Salam müəllimlər, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir olsun müəllimlər. Səs, görüntü hər kəsdə normaldır. Axşamınız xeyir müəllimə. Normaldır. Aha, lap yaxşı. Axşamınız xeyir müəllimə. Normaldır hər şey. Axşamınız xeyir olsun, lap yaxşı. Deməli o zaman bugün sizlərlə bizim mövzu izahımız olacaq. Elektrik tutumu və elektrik sahəsinin enerjisi. Gəlin ilk öncə elektrik tutumu haqqında məlumat verək, elektrik tutumu haqqında danışaq. Bax, belə deyim, məsələn, tutaq ki, bizim müəyyən bir miqdar suyumuz var. Bu suyu toplamaq və ya daşımaq üçün bizə müxtəlif qablar lazımdır. Yəni, məsələn, eyni həcmli dəmir və eyni həcmli plasmasdan hazırlanmış vedrələr eyni miqdarda su tutur.
sadəcə daha böyük miqdarda su toplamaq üçün bizə çan və ya hovuz lazımdır, düzdürmü? Yəni biz bu qabların su toplamaq qabiliyyəti onun həcmindən, yəni formasından, ölçüsündən asılıdır. Amma hazırlandığı maddənin növündən asılı deyil. Dediyimiz kimi, məsələn, bir vedrə əgər həcmi eynidirsə, dəmirdən hazırlandı və yaxud da ki, plasmasdan hazırlandı, yenə eyni miqdarda su tutur. Deməli, ona görə də elektrik yüklərini toplamaq üçün də kondensator adlanan qurğudan istifadə olunur. Kondensator latın sözü olub, kondensare sözündən götürülmüşdür, mənası sıxlaşma mənasında işlənilir. Kondensator qalınlığı çox kiçik olan dielektrik qatı ilə bir-birindən təcrid olunmuş iki naqildən ibarət sistemdir. Böyük miqdarda elektrik yükünü toplamağa imkan verir. Deməli, naqillər kondensatorun köynəkləri adlanır. Köynəklərin yükü modulca bərabər, işarəcə əks olur. Yəni, bir köynəyi modulca, bir köynəyi müsbət ködüsə, digər isə mənfi küyə bərabərdir. Yəni, kondensatorun yükü dedikdə, onun köynəklərindəki birindəki yükün mütləq qiyməti başa düşülür. Məsələn, tutaq ki, bir köynəkdəki yük 5 kulondursa, digər köynəkdəki yük mənfi 5 kulona bərabər olacaq. Bəs naqil nədir? Naqil elektrik cəryanını keçirən ixtiyari formalı səthdir. İki naqildən ibarət sistemin gəlin elektrik tutumunu hesablayaq. Tutaq ki, baxın, naqillər belə verilibdir. Buradakı bir naqilin potensialı F1, digərininki isə F2 olsa, F1 minus F2 deməli, fərqinə biz U desək, o zaman tutumu hesablamaq üçün S bərabərdir, tutumu S hərfi ilə işarə edirik. S bərabərdir Q bölünmüş F düsturundan istifadə edərik. Bu da bərabərdir Q bölünmüş F1 minus F2. F1 minus F2 fərqinə də biz U dediyimiz üçün, deməli, düsturumuz olur S bərabərdir Q bölünmüş U şəklində. Dedik ki, S tutumu ifadə edir, tutumu ifadə edən kəmiyyətdir. Vahidi, baxın, bu düsturdan S bərabər Q bölək U düsturundan. Yükün vahidi 1 kulon, gərginliyin vahidi isə 1 voltdur. Kulon bölək volt da deyə bilərik, eyni zamanda tutum vahidi olaraq 1 farad qəbul olunmuşdur. 1 farad çox böyük kəmiyyətdir, ona görə də onun misillərindən istifadə olunur. Məsələn, 1 millifarad 10 üstü mənfi 3 farad, 1 mikrofarad 10 üstü mənfi 6 farad, 1 nanofarad 10 üstü mənfi 9 farad, 1 pikofarad isə 10 üstü mənfi 12 farada bərabərdir. Məsələn, S bərabər Q bölək U düsturundan biz digər kəmiyyətlərdə ifadə edə bilərik. U-nu tapsaq, U bərabərdir Q bölək S və yaxud da ki, eyni zamanda biz buradan yükün də düsturunu yaza bilərik. Q də bərabərdir S, U. Müəllimlər, bax, bu düstura baxanda S bərabərdir Q bölünmüş U düsturuna. Yəni, buradakı tutum nə yükdən, nə də gərginlikdən asılı olan bir kəmiyyət deyil. Yəni, məsələn, düstura baxanda da aldanmayaq ki, deməli, belə düsturdan görünür ki, yüklə düz mütənasib, gərginliklə tərs mütənasib, xeyr. Tutum nə yükdən, nə gərginlikdən asılı olan kəmiyyət deyil. Bəs nələrdən asılıdır? Baxın, qrafik olaraq da göstərmişik. Deməli, tutum, bir dəqiqə. Deməli, bax, tutum nə yükdən, nə də gərginlikdən asılı olan kəmiyyət deyil. Amma baxın, biz onun düsturunu yazdıq. Bu bərabərdir Q bölək S. O yükdən, deməli, S sabit olanda yükdən, Q sabit olanda isə S-dən tərs mütənasib asılı olan kəmiyyətdir. Dedik ki, kondensator nə idi? Elektrik yükünü və elektrik sahəsinin enerjisini toplayan cihazdır. Sabit tutumlu kondensator var, dəyişən tutumlu kondensator var. Sxematik olaraq sabit tutumlu kondensator baxın. Bu formada, dəyişən tutumlu kondensator isə bu formada işarə olunur. Formasına görə kondensatorların 3 növü var. Müstəvi kondensatorlar, silindrik kondensatorlar və sferik kondensatorlar. Yəni, formasına görə bunlar bu formada adlandırılıblar. Gəlin müəllimlər, baxaq görək. Bax, biz dedik ki, tutum nə yükdən, nə gərginlikdən asılı olan bir kəmiyyət deyil, düzdürmü? Bəs o zaman sual olunar ki, tutum bəs hansı kəmiyyətlərdən asılıdır? Ümumiyyətlə, müəllimlər, tutum düsturu S bərabərdir. Epsilon 0, S bölünmüş D şəklində ifadə olunur. Və buradakı S sahə, D məsafə, epsilon elektrik nüfuzluğu, epsilon 0 isə elektrik sabitidir. Bəli, bu düsturdan artıq biz deyə bilərik ki, tutum hansı kəmiyyətlərdən asılıdır. Deməli, tutum sahə ilə, dielektrik nüfuzluğu ilə düz mütənasib, aralarındakı, köynəklərin aralarındakı məsafə ilə isə
tərs mütənasib asılı olan bir cəmiyyətdir. Məsələn, köynəklərin sahəsini artırsaq, tutum artar. Köynəklərin arasındakı məsafəni artırsaq, tutum azalar. Yəni, deməli, sürətdəki cəmiyyətlərlə düz, məxrəcdəki D ilə isə tərs mütənasib asılıdır. Aha, deməli, kondensatorun qeydimiz nədən ibarətdir? Kondensatorun daxili dielektriklə doldurularsa, onun elektrik tutumu, dielektrik nüfuzluğu dəfə artacaq. Deməli, dielektrik nüfuzluğu çıxarılarsa, epsilon dəfə azalacaqdır. Çünki dedik axı, baxın, dielektrik nüfuzluğu ilə düz mütənasib asılıdır. Ona görə də əgər dielektrik nüfuzluğu daxil edərsək, deməli, tutum artır. Dielektrik nüfuzluğu dielektriki çıxardarsaq, tutum azalacaqdır. Aha, indi gəlin müəllimlər, kondensatorun enerjisi haqqında müəyyən qədər öyrənək. Deyək ki, kondensatorun enerjisi nədir? Kondensator yükləndiyi zaman onun köynəkləri arasındakı fəzada elektrik sahəsi yaranır. Deməli, elektrik sahəsi enerjiyə malikdir və həmin gəlin düsturun alınmasına baxaq görək, kondensatorun enerji düsturu necə alınır. Baxın, müəllimlər, fərz edək ki, burada belə bir mən sizin üçün təsvir göstərmişəm. Fərz edək ki, yüklənmiş müstəvi kondensatorun köynəkləri arasında bir cins elektrik sahəsinin intensivliyini göstərmişik və intensivliklə dedik ki, Y hərfi ilə işarə olunurdu. Deməli, baxın, intensivliyi özünü göstərmişik ki, bax, burada deməli nə olur? Müsbətdən mənfiyə doğru intensivlik istiqamət olaraq göstərilmişdir. Bir köynəyin yaratdığı sahənin intensivliyi Y bölək 2-dirsə, yəni 2 olar, o zaman mənfi yüklənmiş köynəkdən bütün artıq elektronlar digər köynəyə keçərsə, kondensator tam boşalır və onun elektrik sahəsi yox olur. Deməli, elektrik yüklərinin bir köynəkdən digərinə aparılması prosesində görülən iş elektrik sahəsinin enerjisinə bərabərdir. Deməli, necə oldu? Elektrik yüklərinin bir köynəkdən digərinə aparılması prosesində görülən iş elektrik sahəsinin enerjisinə bərabərdir. Yəni, A bərabərdir, baxın, enerji, WY. Aha, deməli, o zaman bir cins elektrik sahəsində mənfi Q yükünü, baxın, yükümüz mənfi Q yüküdür. Mənfi Q yükünü qüvvə xətlərinin əks istiqamətində D məsafəsini apararkən elektrik sahəsi yük üzərində A bərabərdir Q, Y, D, Y1D işini görmüş olur. Biz dedik ki, Y1, yəni bir köynəyin enerjisinə, intensivliyi nəyə bərabər idi? Y bölək 2-yə bərabər idi, düzdürmü? O zaman Y1-in yerinə, bax, bu ifadəni yazsaq, QY-dir bölünmüş 2 düsturunu almış olaraq. Biz əvvəlki dərsimizdən də bilirik ki, Y-də ifadəsi bizə gərginliyi verir. O zaman QU bölünmüş 2 düsturunu da almış oluruq. Deməli, enerji üçün, kondensatorun enerjisi üçün, baxın, yeni bir düsturumuz yarandı ki, QU bölünmüş 2. Bax, burada da U bərabərdir Q bölək S, Q bərabərdir SU, S də bərabərdir Q bölək U düsturlarını, bax, bu düsturda nəzərə alsaq, o zaman, bax, enerji üçün bu düsturları almış olarıq. Məsələn, Q-nin yerinə nə yaza bilərik? SU yazsaq, Q-nin yerinə burada SU yazsaq, bu düsturumuz alınacaq. SU kvadratı bölünmüş 2. Və yaxud da ki, onun yerinə burada Q bölünmüş S yazsaq, o zaman düsturumuz, bax, bu düsturumuz alınacaq. Q kvadratı bölünmüş 2S. Və yaxud da ki, əvvəlki, bax, burada düstur almışdıq. Q7 bölünmüş 2 düsturumuz. Yəni, bunların hamısı biri digərindən alınan düsturlardır. Əsas məsələ, bax, bu tutum düsturlarını bilməkdir. Tutum düsturlarını biləndə, tutumun düsturunu biləndə, yükü, gərginliyi digərində ifadə eləyəndə, bax, bu düsturları, enerji üçün bu düsturları almış oluruq. Və enerjinin, deməli, biz qrafiklərini göstərmişəm müəllimlər. Bu hamısı hərəsi müəyyən bir düstura görədir. Məsələn, tutaq ki, deyir ki, kondensatorun enerjisinin gərginlikdən asılılıq qrafiki. Aha, biz əsas nəyə baxmalıyıq? Məsələn, bax, gərginlikdən kvadratik asılıdır, düzdürmü? Deməli, bu hansı haldadır? C konstant olan halındadır, yəni tutumun sabit qiymətində. Məsələn, kondensatorun enerjisi tutumdan, bax, bir bu düstura görə asılılığı var. Baxın, bir bu düstura görə asılılığı var. İndi mən nə bilim ki, hansı düstura görə asıllığını istəyir? O zaman nəyə baxmaq lazımdır? Hansı kəmiyyəti bizə sabit verib? Gərginlik mi sabitdir, yoxsa yük mü sabitdir? Gərginlik sabitsə, deməli, SU kvadratı belə 2 düsturuna əsasən mən kondensatorun enerjisi ilə tutum arasında əlaqə qrafikini qurmalıyam. Deməli, o sabit olanda enerji tutumdan düz mütənasib asılıdır. Amma məsələn, desəydi ki, yük sabitdir, yükün sabit qiymətində, o zaman enerji tutumdan tərs mütənasib asılı olardı. Aha, deməli, bax, bu qrafikləri də düsturlara əsasən və nəyin, hansı kəmiyyətin sabit olmağına diqqət edərəkdən əlaqəni qura bilirik. Verilmiş kondensatorda deyilirsə, deməli, tutum sabitdir.
İndi bir də var müəllimlər, enerji sıxlığı. Bəs enerji sıxlığı nədir? Deməli, kondensatorun enerjisi onun köynəkləri arasındakı elektrik sahəsində toplanır. Bu elektrik sahəsinin enerjisinin fazada paylanmasını xarakterizə etmək üçün enerji sıxlığı adlanan kəmiyyətdən istifadə olunur. Deməli, enerji sıxlığı nədir? Vahid həcmə düşən elektrik sahəsinin enerjisidir. Skalyar kəmiyyətdir və bu kiçik W hərfi ilə işarə olunur. Deməli, bu kiçik W nəyə bərabərdir? Dedik ki, vahid həcmə düşən elektrik sahəsinin enerjisi, yəni enerjinin həcmi olan nisbətidir. O zaman deməli, W bərabər olacaq. Enerjinin vahidi joule, həcmin vahidi isə kubmetr olduğu üçün, deməli, enerji sıxlığının vahidi 1 joule bölək kubmetrə bərabərdir. Müəllimlər, bax, bu düsturdan əlavə enerji sıxlığının bir dənə də epsilon 0 y kvadratı bölək 2 düsturu var. Biz əsasən demək olar ki, bu düsturdan istifadə edəcəyik. Yəni, bu düsturu demək olar ki, yuxarıdakı düsturu tərifə əsasən deyirik. Amma əsasən biz bu düsturdan istifadə edəcəyik. İndi gəlin müəllimlər, ümumiyyətlə kondensatorların ardıcıl paralel birləşməsinə baxaq. Deməli, daha böyük tutumlu kondensatorlar bateriyası almaq üçün kondensatorları ya ardıcıl birləşdirirlər, ya paralel birləşdirirlər. Deməli, ardıcıl paralel birləşmə bu nümunələrdir. Gəlin ilk öncə baxaq ardıcıl paralel birləşməyə. Aha, kondensatorların ardıcıl birləşməsi. Ardıcıl birləşmədə deməli nə baş verir? Ardıcıl birləşmədə birinci kondensatorun mənfi yüklənmiş köynəyi ikinci kondensatorun müsbət yüklənmiş köynəyi ilə birləşdirilir. Baxın, təsvirdə göstərmişəm. Deməli, birinci kondensatorun dedik, baxın, müsbət yüklənmiş köynəyi digər kondensatorun mənfi yüklənmiş köynəyi ilə birləşdirilir. Deməli, bu olur ardıcıl birləşmə. Ardıcıl birləşmədə müəllimlər sabit qalan kəmiyyətimiz Q-dür. Deməli, nə sabit qalır? Q sabit qalır. Dəqiqə. Deməli, ardıcıl birləşmədə sabit qalan yükümüz Q-dür. Kəmiyyətimiz Q-dür, yəni yükdür. Yük sabit qalır. Əgər ardıcıl birləşmə gördüksə, ilk ağlımıza gələn odur ki, deməli, burada yüklər sabit qalacaqdır. Aha, bəs o zaman digər kəmiyyətlərə baxaq. Gərginliklər toplanacaq. Yəni, mənbənin gərginliyi ayrı-ayrı hissələrdəki gərginliklərin cəminə bərabər olacaqdır. Bəs tutumlar necə paylanır? Deməli, tutumların, məsələn, bir neçə tutumdan ibarətdirsə, bir neçə kondensatordan ibarətdirsə, o zaman tutumu tapmaq üçün, deməli, 1 bölək C1 üzərinə gəlinsin 1 bölək C2, üzərinə gəlinsin 1 bölək C-in, bu bizə 1 bölək C ardıcılı verəcəkdir. Yəni, əgər xüsusi halda 2 kondensatordan ibarətdirsə dövrəmiz, o zaman C bərabər C1, C2 bölünmüş C1 üstəgələ C2 düsturundan istifadə edərik. Bir sözlə, ardıcıl birləşmədə kondensatorlar, belə deyək də, tutumu azalacaqdır. Amma paralel birləşmədə bunun tərsi olur. Yəni, paralel birləşmədə kondensatorun tutumu artır. Deməli, o zaman ardıcıl birləşmədə əgər kondensatorların tutumları bərabər olarsa, elə bir dənəsinin tutumunu biz onun sayına da bölə bilərik. Yəni, C bölünmüş N düsturundan da istifadə edə bilərik. Bu nə zaman doğrudur? Kondensatorların tutumları bərabər olarsa. Deməli, bu oldu kondensatorların ardıcıl birləşməsi. Deməli, yüklər sabit qaldı. Yük sabitdirsə, baxın, Q bərabər C düsturudur, düzdür müəllimlər. Baxın, Q bərabər C düsturudur. Əgər bax burada Q sabitdirsə, deməli gərginliklər artanda, deməli nə olacaq? Tutumlarda azalmalıdır ki, Q sabit qalsın. Və belə düsturla da yadınıza saxlaya bilərsiniz. Bir dənə yadınıza saxlayın ki, ardıcıl birləşmədə yük bərabərdir, sabitdir. Yük sabitdirsə, gərginliklər toplanacaq. Deməli, gərginliklər artdığı üçün, deməli tutumda azalmalıdır ki, yük sabit qalsın. Ardıcıl birləşmədə, burada bir qeydimiz var məndə. Ardıcıl birləşmədə yük sabit olduğu üçün, deməli o zaman bu bərabərdir Q bölək C düsturuna görə və yaxud da ki, Q bərabər C düsturuna görə, bax dedik ki, bax buradan da alınırdı ki, deməli yük sabit olduğu halda gərginliklər tutumlarla tərs mütənasibdir. Yəni, bax, bu tərs mütənasib asıllıq bizim çox işimizə yarayır. Dövrələrdə, məsələn, yükün sabitliyindən istifadə edib, bu tərs mütənasibdən istifadə edib, gərginlikləri hesablamaq olsun, istər tutumları hesablamaq olsun, yəni bizim işimizə yarayır. Məsələn, enerjiləri bəzən olur ki, müqayisə edirik. Ardıcıl birləşmədir. Deyir ki, məsələn, kondensatorların enerjilərini müqayisə edin. Dedik ki, ardıcıl birləşmə olduğu üçün elə düsturdan istifadə eləməliyəm ki, mən enerjinin elə düsturunu seçməliyəm ki, orada məsələn, yük də iştirak eləsin ki, mən digər kəmiyyətin sabit əlaqəsini ala bilim. Deməli, o zaman yük sabit olan halda enerji
tutumla necə asılıdır? Tərs mütənasib asılıdır. Bax, gördük mü? Məsələn, kondensatorların tutumları verilibdir. Ardıcıl birləşmədir. Deyir ki, enerjiləri müqayisə edin. Enerjiləri müqayisə edilirsə, deməli, W1-in W2-yə nisbəti bərabər olacaqdır. C2-nin C1 olan nisbəti. Sadəcə, bax, asıllığı yazıb enerjilər arasında əlaqəni qura bilirik. İndi buna aid nümunələrimiz olacaq. Onun üzərində işləyəcək. Daha yaxşı aydın olacaqdır. Aha. Sonra gəlin baxaq müəllimlər paralel birləşməyə. Paralel birləşmə nə idi bəs? Paralel birləşmədə kondensatorların müsbət yüklü köynəkləri bir nöqtəyə, mənfi yüklü köynəkləri isə digər nöqtəyə birləşir. Baxın göstərmişik. Gördünüz müsbət yük məsələn A qütbünə, mənfi yük B qütbünə. Sonra baxın müsbət köynəyi yenə A qütbünə, mənfi köynəyi B qütbünə. Eyni ilə, yəni nə qədər olsa burada o formada davam eləyəcək. Deməli bu olur nə? Paralel birləşmədə. Müəllimlər, paralel birləşmədə gərginliklər sabitdir. Deməli, bax, ardıcıl birləşmədə yük sabit idi. Paralel birləşmədə isə gərginlik sabitdir. Deməli, gərginlik sabit olur. Deməli, digər kəmiyyətlərimiz necə dəyişir? Yüklər toplanacaq. Deməli, ayrı-ayrı yükləri, ümumi yükü hesablamaq üçün ayrı-ayrı deməli, mənbələrdəki yükləri neyəcəyik, toplayacağıq. Bəs tutumlar nə olacaq? Tutumlar da artır, toplanır, yəni. Ayrı-ayrı kondensatorların tutumlarını toplayacağıq. Deməli, paralel birləşmədə gərginlik sabit oldu, yük də artdı, tutum da artdı. Çünki müəllimlər, baxın düstura əsasən. Bax, o bərabərdir. Düsturumuz necədir? Q bölünmüş C deyil. Bax, burada o sabitdirsə, deməli, yük artırsa, tutum da artmalıdır ki, bu gərginlik dəyişməsin də, sabit qalsın. Deməli, siz düsturlarda yadınıza saxlasaz ki, yəni ardıcılda və yaxud da paraleldə, ardıcılda hansı sabit qalır? Paraleldə hansı sabit qalır? O sabitliyə görə digərlərini hansının artıb azalmağını təyin edə bilərsiniz. Deməli, paralel birləşmədə gərginlik sabitdirsə, o bərabər Q bölünmüş C düsturuna görə Q C ilə düz mütənasibdir. Yük artırsa, tutum da artmalıdır ki, yəni nəticədə gərginlik sabit qalsın. Aha, deməli, əgər xüsusi halda, dedik ki, tutumdan söhbət eləyirdik, əgər xüsusi halda kondensatorların tutumları bərabər olarsa, o zaman ümumi tutum bir dənə tutumun, kondensatorun tutumunu sayına vurarıq. Məsələn, tutam desək ki, bir kondensatorun tutumu tutaq ki, 5 mikrofaraddır. Kondensatorda 5 dənə də, dövrədə 5 kondensator var. O zaman nə edəcəyik? 5-i 5-ə vuracaq, olacaq deməli, ümumi tutumumuz nə qədər? 25 məsələn mikrofarad. Aha, dedik ki, nəticə nə oldu? Ardıcıl birləşmədə C ümumi bərabər olur. C bölünmüş N, paralel birləşmədə C, bunu bir dəqiqə yazın bunu. Deməli, bu olur ardıcıl birləşmə, bu olur paralel birləşmə. Deməli, ardıcıl birləşmədə tutumlar azalır, paralel birləşmədə tutum artır. Kondensatorlar, bir dənə də qeydimiz var burada müəllimlər. Kondensatorlar, tutaq ki, bəzən belə suallar olur ki, əvvəlcə ardıcıl, sonra paralel birləşdirilir. Ümumi tutum necə dəyişir? Əgər əvvəlcə ardıcıl, sonra paralel birləşibsə, ümumi tutum n kvadratı dəfə artacaqdır. Niyə artacaqdır? Çünki müəllimlər, ardıcıl birləşmədə dedik ki, tutum azalır. Paralel birləşmədə isə artır. Deməli, ardıcıldan paralelə keçəndə belə deyək də, azdan çoxa keçir. Mütləq artacaqdır, düzdürmü? Artmanın miqdarı da n kvadratı dəfə olacaqdır. Paraleldən ardıcıla keçəndə azalacaq. Niyə azalacaq? Çünki paraleldə dedik ki, kondensatorun tutumu artır. Ardıcılda isə azalır. Çoxdan aza keçəndə təbii ki, azalacaqdır. Miqdar olaraq da n kvadrat dəfə azalacaqdır. Yəni, sayın kvadratı dəfə azalacaq. Buradakı bu n sayıları göstərir. Məsələn, bəzən deyir ki, 3 kondensator əvvəlcə ardıcıl, sonra paralel birləşib, ümumi tutum necə dəyişəcəkdir? Məsələn, dedik, əvvəlcə ardıcıl, sonra paralel birləşibsə, deməli, ümumi tutumumuz nə olacaqdır? 9 dəfə artacaqdır. Ardıcıldan paralelə keçəndə dedik ki, ardıcılda tutum az olurdu, paraleldə çox olurdu. N də burada sayı göstərir. Deməli, o zaman nə olur? 9 dəfə artmış olur və yaxud da əksinə. Aha. Bir də müəllimlər, burada kondensatorların sayı var. Məsələn, bəzən paralel birləşmədəki kondensatorun tutumun verilir qiymət olaraq. Ardıcıldakı tutumun qiyməti verilir. Deyir ki, kondensatorların sayını tapın. Deməli, o zaman kök altında C paralel bölünmüş C ardıcıl ifadəsini almış oluruq. Bax, elə o da buradan gəlir ki, n kvadratı dəfə artır. Bax, bu n sayı ilə buradan gələn bir ifadədir. Aha. Deməli, müəllimlər, indi hərfləndirmə metoduna sonra keçərik.
hərfləndirmə metodunu lap axırda ətraflı danışacağıq, onun haqqında danışaq, həm də üzərində testlər, nümunələr vermişəm, nümunələrə də bir yerdə sizlə baxaq. İndi gəlin burada ardıcıl paralel birləşməyə aid bir dənə ardıcıl birləşməyə aid nümunəmiz var idi. Aha, bax 2S və S tutumlu iki kondensatorumuz var. Bax görürsünüz ardıcıl birləşib. Deyək ki, burada gərginlik, yük və enerjiləri müqayisə edin. Ardıcıl birləşmə olduğu üçün tez deyirik ki, yüklərimiz bərabərdir. Yüklər bərabərdirsə, deməli gərginliklər tutumlarla tərs mütənasib asılı olacaq. İlk öncə gərginliyi müqayisə edirəm. Gərginlik tutumla tərs mütənasib, düzdürmü? Tutumları bilirəm də. Birincinin tutumu 2S-dir, ikincinin tutumu S-dir. Gətir yaz yerinə. S2-nin tutumu S deyilmi? Bax yazdım yerinə. Birinci kondensatorun tutumu isə 2S-dir. Aha, deməli gərginliklər nisbəti o bərabər oldu 2-də 1-ə. Və yaxud da bunu belə də ifadə edə bilərik. O2 bərabər olur 2-1-ə. Yüklər bərabərdir zaten. Yüklərin bərabərliyini yazmışıq. Çünki ardıcıl birləşmədir. Aha, bir də qaldı indi bizim enerjilərimiz. Yük bərabər olanda enerjilər də tutumlarla tərs mütənasib asılıdır. Yenə eyni şey W1-in W2 olan nisbəti bərabər olacaqdır. S2 bölünmüş S1. İkinci kondensatorun tutumu S, birinci kondensatorun tutumu 2S. Gətir yaz yerinə. S bölünmüş 2S, bu da bərabər olacaq 2-də 1-ə. Deməli, W2 bərabər olacaq 2W1-ə. Eyni zamanda da, məsələn, paralel birləşmədə əgər verilərsə, ona uyğun asıllıqlarımızı yazıb, hansı kəmiyyətdirsə, yəni aralarında əlaqə qrup yarada bilərik, asıllığını yaza bilərik. Aha. İndi gəlin müəllimlər, sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorlarda kəmiyyətlər arasındakı əlaqəni və yaxud da ki, qrafiklər arasındakı əlaqəyə baxaq. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensator deyəndə, gərginlik mənbəyinə qoşulmuş deyirsə, deməli burada nədir? Gərginlik sabitdir. Deməli, nə oldu? Sabit gərginlik mənbəyinə qoşulmuş kondensator deyirsə, deməli, gərginlik sabitdir. Aha, bax, sabitliyin qrafikini bilirik də biz. Heç bir kəmiyyətdən asılı deyil, sabitdir. Deməli, qrafiki çəkdik bu formada. İndi gəlin digər kəmiyyətlərə baxaq. Elektrik yükü, ilk öncə gəlin baxaq elektrik yükünə. Dedik ki, o sabitdir, düzdürmü? Yazıram, Q bərabərdir, S vurulsun O. O ilə işim yoxdur, o sabitdir. Gətir indi yükün digər kəmiyyətlərlə əlaqəsini tapmaq üçün nə etməliyəm? Mən bu S-ni açmalıyam, düzdürmü? S-ni açmaqda, yəni düsturunu yazmalıyam. S nəyə bərabərdir? Epsilon, epsilon 0, S bölünmüşdür. Onu da yazıram yerinə. Aha, deməli, bax, bu asıllıqdan mən nə görürəm? Görürəm ki, yük məsafənin tərs asılıdır. Eyni zamanda yük dielektrik nüfuzluğu ilə bir də sahənin düz mütənasibdir. Gətir qrafiklərini yaz. Q-nin epsilondan S-dən asılığa baxın, dedik ki, düz mütənasib. Bax, düz mütənasib asılılığını çəkdim. Q-ilə dedik necə asılıdır? Tərs mütənasib. Bunu da qrafik olaraq göstərilir. İndi yüklə qutardıq. İndi gəlin intensivliyə baxaq. İntensivliyin düsturu necə idi? Y bərabər O bölünmüşdür. Aha, o sabitdir. Y bərabər O bölünmüşdür. Deməli, burada intensivlik məsafə ilə nədir? Tərs mütənasib asılıdır. Deməli, müəllimlər, düsturdan nə görürəm mən? Düsturdan görürəm ki, artıq burada deməli intensivlik nə sahənin, nə dielektrik nüfuzluğundan asılı deyil. Düzdür? Dielektrik sabitindən asılı deyil. İntensivlik sadəcə asılıdır nədən? D-dən asılıdır. Yəni, aralarındakı məsafədən tərs mütənasib asılıdır. Deməli, epsilondan S-dən niyə asılı olmadı? Çünki, baxın, düsturda yoxdur da, düzdürmü? Biz burada O-nun sabitliyini götürmüşük, O bölünmüşdür. Yəni, S yoxdur ki, S-ni açaq, digər kəmiyyətlərin asıllığına baxaq. Aha, indi gəlin enerjiyə baxaq. Enerji nədir? Düstur nə idi? Elə düstur seçməliyəm ki, bax, orada gərginlik sabit olsun. Məsələn, deyə bilərsiniz ki, enerjinin digər düsturları da var. O düsturlar mənim işimə yaramır. Çünki orada, məsələn, Q kvadratı bölü 2S var. Axı, orada Q sabit deyil, S sabit deyil. Mənə elə düstur lazımdır ki, biz dedik axı, bir düsturda kəmiyyətin digər iki kəmiyyət arasında əlaqə qurmaq üçün mütləq kəmiyyətin biri sabit qalmalıdır ki, mən digər ikisini müqayisə edə bilim. Ona görə mən elə düstur seçməliyəm ki, orada kəmiyyətin biri sabit olsun. Deməli, burada ona görə bu düsturu seçirəm ki, burada gərginlik sabit qalsın. Mən də enerji ilə deməli, tutum arasında əlaqə yarada bilim. Deməli, o zaman S-ni açıram. S-nin düsturu nə idi? Epsilon, epsilon 0, S bölünmüşdür. Bu 2, buradakı olan 2-dir, bunu yazırıq. O kvadratından da işimiz yoxdur. O kvadratı sabit bir kəmiyyətdir, yazdım. Deməli, nə görürəm düsturdan? Görürəm ki, enerji, deməli, epsilondan S-lə düz mütənasib asılıdır, D ilə tərs mütənasib asılıdır. Gətir, çək. Deməli, enerji epsilondan S-lə bax düz mütənasib asılı, D ilə tərs mütənasib asılıdır. Dediklərimizi, düsturdan gördüklərimizi qrafikə köçürdük. Aha, indi bir dənə də qaldı bizim enerji sıxlığımız.
Dedik ki, enerji sıxlığının enerji bölünmüş həcmi idi. Əsas biz düstur epsilon 0 y kvadratı bölü 2 düsturundan istifadə edirik. Düzdür müəllimlər? Aha, indi gəlin burada, deməli, y-nin yerinə biz nə yaza bilərik? Mən elə bir düstura gətirməliyəm ki, orada gərginlik olsun ki, mən müqayisə eləyə bilim, düzdürmü? Biri sabit qalsın ki, digəri ilə müqayisə eləyə bilim. Y-nin yerinə o zaman nə yaza bilərəm? U böləkdə yaza bilərəmmi? Deməli, o zaman y də kvadrat olduğu üçün, deməli, olur epsilon 0 U böləkdir, onun da olur kvadratı. U kvadratı bölək D kvadratı. Bu iki də sıxlığın, enerji sıxlığının özünün düsturunda var. Deməli olur düsturumuz enerji sıxlığı üçün epsilon 0 U kvadratı bölünmüş 2D kvadratı. Deməli, enerji sıxlığının düsturunda S-dən asılılıq yoxdur. Bax, görürsünüzmü? S yoxdur. Deməli, enerji sıxlığı S-dən sahədən, yəni aslı deyil. Aslıdır epsilondan düz mütənasib, çünki epsilon, baxın, sürətdədir. Aslıdır D ilə tərs mütənasib. D isə məxrəcdə olduğu üçün, deməli, tərs mütənasib aslıdır. Bu da oldu enerji sıxlığı. Deməli, müəllimlər, buradan bir ipucu olaraq sizə nə deyə bilərəm? Buradan bir ipucu olaraq onu deyə bilərəm ki, baxın, əgər U bərabər konstantdırsa, yəni sabit gərginlik mənbəyinə qoşulmuş kondensator deyilirsə, kəmiyyətlərin hamısı, buradakı kəmiyyətlərin hamısı D ilə tərs mütənasib asılı olacaq. Baxın, gəlin bunu biraz belə balacaladım səhifəni, sizə göstərim. Baxın, gördünüz, hamısı tərs mütənasib asılıdır. Baxın. Burada verilən kəmiyyətlərin hamısı D ilə tərs mütənasib asılıdır. Məsələn, tutam ki, sizə desək ki, o sabitdir. Tutaq ki, intensivliyin D ilə asılılığı. Məsələn, bu ipucunu yadınızda saxlasaq, el avtomatik, məsələn, qrafikini istəsə sizdən, Y D ilə tərs mütənasib asılıdır. Q D ilə tərs mütənasib asılıdır. Enerji sıxlığı D ilə tərs mütənasib asılıdır. Enerji D ilə tərs mütənasib asılıdır. Yəni, U bərabər sabit olanda, sabit gərginlik mənbəyinə qoşulmuş kondensator olanda kəmiyyətlərin hamısı köynəklərin arasındakı məsafə ilə, yəni D ilə tərs mütənasib asılıdır. Məsələn, digərləri haqqında deyə bilmərik onu. Məsələn, çünki burada düz mütənasiblik də var, asılı olmamaq da var, sabitlik də var. Amma bax, gördünüzmü, digər kəmiyyətlərin hamısı D-dən tərs mütənasib asılıdır. Buradakı ipucumuz bundan ibarətdir. Aha, indi gəlin digərinə baxaq. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış kondensator. Ayrılmış kondensator deyirsə, deməli o zaman yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış kondensatorda deməli nə sabit qalacaq? Q sabit qalacaq. Q konstant. Aha, Q sabit deyilmi? Deməli sabitliyin qrafiki nə olacaq? Zaman oxuna paralel düz xətt olacaqdır. Deməli Q epsilondan S-dən D-dən heç nədən ümumiyyətlə asılı deyil. Yəni hal-hazırda Q sabitdir. Dəyişəsi deyil, yəni sahənin dəyişməyindən, məsafənin dəyişməyindən yük dəyişəsi deyil, sabit qalacaq. İlk öncə gəlin gərginliyi analiz edək. Gərginlik nəyə bərabər idi? U bərabərdir, Q bölünmüş S. Aha, Q sabitdir, Q ilə işimiz yoxdur. Gəlin S-ni açaq. S nəyə bərabərdir? Epsilon 0 S böləndə D də qalxır yuxarı. Olurmu belə? QD bölünmüş epsilon 0 S. Aha, deməli nə oldu? U, yəni gərginlik D ilə düz mütənasib, epsilon S ilə tərs mütənasib asılıdır. Bax, düsturdan aldıqlarımızı qrafikə köçürtdük. Deməli, U, epsilon S ilə tərs mütənasib asılıdır, D ilə düz mütənasib asılıdır. Yəni, müəllimlər, bu düsturların hamısını əzbərləməyə ehtiyac yoxdur. Sadəcə olaraq siz bir dənə bilin tutumun düsturunu ki, S bərabər epsilon 0 S böləkdir. Bir də siz bilin ki, yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış kondensator deyəndə nə sabit qalır? Bir də deməli, o sabit olanda nə deməkdir? Bunları bilsəz, digərlərini, yəni onsuz da qalanlarının hamısını. Enerji düsturunu bilirsiniz, gətirin orada S-nin məsələn ifadəsini yerinə qoyun. Enerji sıxlığının düsturunu bilirsiniz, gətirin ifadə qoyun. Yəni bunların hamısını belə yadda saxlamağa da heç, yəni əzbərləməyə çalışmayın ki, hə, məsələn Q sabit olanda o Q-də bölək epsilon 0 S-dir. Bu Q bölək S düsturunu bilin, burada S-i açın, pisiyor. Qrafikdə ona uyğun olaraq yadınıza saxlayın. Aha, deməli intensivlik nə idi? İntensivlik dedik ki, bax, Y bərabər U bölək D-dir, düzdür? Aha, burada U sabitdir. Y D ilə, indi gəlin baxaq görək, asıllıq qalacaq, qalmayacaq. Müəllimlər, baxın, indi burada U-ya biz belə bir ifadə aldıq da, QD bölünmüş epsilon 0 S. Bax, bu U-nun ifadəsini burada yerinə yazsaq, yəni QD bölünmüş epsilon 0 ifadəsini yazsaq, S ifadəsini yazsaq, D-lər ixtisar gedəcək. Qalacaq Q bölünmüş epsilon 0 S. Gördük mü? Buradan alındı ki, heç intensivlik ümumiyyətlə D-dən asılı deyil. Bax, çünki düsturda D qalmadı, ixtisar olundu, getdi. Deməli, intensivlik, deməli, nə zaman? Q bərabər konstant olanda intensivlik D-dən asılı deyil. Sadəcə asılıdır
epsilon S-lə o da tərs mütənasib asılıdır. Bax, bu düsturdan aldığımızı qrafiklərdə göstərdik, qrafiklərdə çəkdik. Aha, indi gəlin baxaq enerjiyə. Enerji nə idi? Bax, gördünüzmü? Bax, sek U kvadratı bölünmüş 2 düsturunu istifadə elədik. Çünki orada gərginlik sabit idi. Mənə o düstur lazım idi. Amma indi bax, gördünüzmü? Q kvadratı bölü 2S düsturunu yazdıq. Niyə? Çünki burada gərginlik, yük sabitdir. Yük sabitdirsə, mən bax, enerji ilə tutumu rahat müqayisə eləyə bilərəm də. Deməli, enerji ilə tutum necə asılıdır? Tərs mütənasib asılıdır. Aha, gəlin indi yazaq. S-nin ifadəsini açsaq, deməli, S nəyə bərabərdir? Epsilon, epsilon 0S, D də qalxır yuxarı. Deməli, o zaman oldu mu? Q kvadratı D bölünmüş 2 epsilon, epsilon 0S. Aha, deməli, düsturdan nə görünür? Düsturdan görünür ki, enerji epsilon S-lə tərs mütənasib asılıdır. Baxın, çünki məxrəcdədir. D ilə isə düz mütənasib asılıdır. Aha, deməli, nəhayət bir kəmiyyətimiz qaldı. O da enerji sıxılığı. Bəs enerji sıxılığı nə idi? Enerji sıxılığının yenə düsturunu yazırıq. Epsilon, epsilon 0, Y kvadratı bölünmüş 2. Aha, müəllimlər, bax, indi burada biz Y-yə ifadə almışdıq da, düzdürmü? Y-nin ifadəsi nə olmuşdu? Q bölünmüş epsilon, epsilon 0S. Gətir, bax, burada Y-nin yerinə bunu yazsaq, deməli, kvadrat olduğu üçün olacaq Q kvadratı bölünmüş epsilon kvadratı, epsilon 0-ın kvadratı, S kvadratı. Sadəcə olaraq, bax, yuxarıdakı, buradakı bu epsilon, epsilon 0-la ixtisar getdiyi üçün epsilonların, epsilon 0-ların biri, o zaman düsturumuz bu formaya düşür. Q kvadratı bölünmüş 2 epsilon, epsilon 0, S kvadratı. Deməli, buradan nə nəticəyə gəlirik? Buradan o nəticəyə gəlirik ki, enerji sıxlığı, deməli, D ilə asılı deyil. Bax, düsturunda gördünüzmü? D qalmadı. D-dən asıllıq yoxdur. Epsilonla tərslindən, bəli. Bağışlayın, bax, enerji sıxlığında bu, indi hərf aydın göründü düsturlar. Çox sağ olun. Aha, lap yaxşı. Qarışmışdı rənglər. Yenə qarışdı. Mən tünd rənglə yazdığımda, Sizdə də görsənmir müəllimlər? Mən də görsənmir. açıq rəngdir deyənə, elə bil ki, yaxşı görsənmir də. Tünd rənglə yaz. Yaxşı görsənmir. O tünd olsa Yaxşı. daha yaxşı var. Yaxşı, gəlin yazaq. Deməli, nə olur? Epsilon, epsilon 0, Y kvadratı bölünmüş 2. Bu göründü? Bəli, bəli. Belə olanda deyim. Q kvadratı bölünmüş 2 epsilon, epsilon 0, S kvadratı. Aha, deməli, burada da olsun W, bu da olsun S, bu da olsun, deməli. Aydındır müəllimlər, görsənir? Bəli, bəli, çox sağ olun. Siz sağ olun. Aha, deməli, bu da oldu bizim enerji sıxlığımız. Aha, deməli, düsturdan nə gördük? Gördük ki, deməli, enerji sıxlığı D-dən asılı deyil. Bax, düsturda D qalmadı. D-lər ixtisar olundu. Deməli, nədən asılılıq var? Sahə ilə tərs mütənasib asılıdır. Bir də epsilondan nə oldu? Onunla da tərs mütənasib asılı oldu. İndi gəlin burada yekunlaşdıraq. Görək burada nə deyə bilərik? Ümumi bir ipucu olaraq. Deməli, müəllimlər, burada nə deyə bilərik? Bax, burada da onu deyə bilərik ki, verilən bax, digər kəmiyyətlərin hamısı odur, Y-dir, enerjidir, enerji sıxlığı da. Baxın, epsilon S-lə, əsasən S-lə tərs asılıdır, əsasən S-lə tərs asılıdır. Hə, epsilondan, həm də hətta epsilondan da, bəli. Deməli, dördündə də deyə bilərik ki, deməli, hamısı, verilən kəmiyyətlərin hamısı sahə ilə və dielektrik sabitindən tərs mütənasib asılıdır. Bax, bayaqkında nə demişdik? Digər kəmiyyətlərin hamısı D ilə tərs asılı idi. Burada isə deyirik ki, kəmiyyətlərin hamısı epsilondan S-lə tərs mütənasib asılıdır. Əgər yadınızda qalsa, yəni, məsələn, qrafik istəsə sizdən, qrafikdə rahat deyə bilərsiniz. Bax, gəlin buraya yuxarı baxaq. Yuxarıda gördünüz, bax, burada nə sabit idi? O sabit idi. O sabit olanda Q, Y, W və enerji sıxlığı D ilə tərs asılı idi. Gəldik bura Q sabit olanda. Q sabit olanda, gəlin bunu da işarə eləyim belə. Bax, Q sabit olanda bax, gördükmü? Sahə ilə və epsilondan tərs mütənasib asılılıq var. Birində D ilə tərs mütənasib asılı olur. Deməli, hansında? O sabit olanda. Q sabit olanda isə kəmiyyətlərin hamısı sahə ilə və epsilondan tərs mütənasib asılı olur. Yəni, ümumi qanuna uyğunluq budur.
Aha, indi dedik ki müəllimlər, bir də qaldı bizim nəyimiz? Hərfləndirmə metodumuz. Gəlin biraz böyüdək. Deməli, hərfləndirmə metodu nədir? Hərfləndirmə metodu belə ümumi qayda olaraq üstündən keçəcəm, amma əsas dövrələrin üzərində başa düşməkdir. Deməli, qarışıq elektrik dövrələrində sadələşdirmə aparmaq üçün hərfləndirmə metodundan istifadə edirik. Yəni, əsas 4 qaydaya riayət etmək lazımdır. Yəni, bizdə hal-hazırda bu 4 qayda yoxdur, çünki burada həm də ampermetr, voltmetr üçün falan deyilik. Biz əsas hələ kondensator üzərində, amma yəni bilməyimizdə fayda var. Deməli, naqil üzərində heç bir işlədici, kondensator, lampa, voltmetr yoxdursa, həmin boş naqilin üzərindəki potensial bərabər olduğu üçün eyni hərflə adlandırırıq. Bu əsas birinci qaydamız. Naqillərin düyün nöqtəsindən ən az 3 naqil çıxan nöqtələri və cərəyan mənbəyinin qütblərini müxtəlif hərflərlə adlandırırıq. Voltmetrin uclarını müxtəlif hərflə, ampermetrin ucları nöqtələrini isə eyni hərflə adlandırırıq. Deməli, bu əsasən sabit cərəyan qanunlarında işimizə yarayacaq, çünki hələ ki biz kondensatordan işləyirik. Bir də işlədici eyni hərflər arasında qalarsa, ondan cərəyan keçməz. Bax, bir də əsas qaydalarımızdan biri. İndi gəlin baxaq müəllimlər, gəlin baxaq. Bax, nümunəmizdən biri, birinci nümunəmizə gəlin baxaq. Yaxşı görsənir hər şey. Görsənməyəndə deyin. Bax, dedik ki, ilk işimiz nədən ibarətdir? Mənbələri müxtəlif hərflərlə işarə eləmək. Qütbləri müxtəlif hərflərlə, daha doğrusu qütbləri müxtəlif hərflərlə işarə eləmək. Deməli, bir qütbümüz bax buradır. Bunu işarə edirəm bir A hərfi ilə. Bax, bir qütbümdə budur. Bunu da işarə edirəm bir B hərfi ilə. Aha, gəlin ilk öncə A-dan başlayaq, adlandıra gedək. Bax, gəldim. Gəldim, burada bir dənə belə düyün nöqtəsi var. Düzdür, burada bir düymə var elə bil ki. Bax, buna da A deyirəm. Qabağında heç bir maneə yoxdur. Bax, qalxıram yuxarı. Heç bir maneə yoxdur. Bax, buranı da A ilə adlandırıram. Gəlirəm, bax, baxıram, burada da bir nöqtə var, düyün nöqtəsi var. Və heç bir yanında, yəni maneə yoxdur. Buranı da bir A nöqtəsi deyə bilərəmmi? Aha, bax, gəldim, baxıram, artıq heç bir yerə gedə bilmirəm. Nə, bax, bu tərəfə gedə bilmirəm. Bax, nə bura gedə bilmirəm, qabaqda kondensator var. Nə aşağı düşə bilmirəm, kondensator var. Məsələn, buradan gəlmək istəsəm, gedə bilmirəm, qabağımda kondensator var. Aha, müəllimlər, əgər bax belə, gördünüz ki, qabağınızda maneələr var və siz A hərfini davam elətdirə bilmirsiniz. Tez başqa burada, məsələn, gəlib bura bir başqa hərf yazın. İndi keçin digər qütbə. İndi gəlin, bax, bura B-yə. İndi başlayın B-dən adlandırmağa, belə nöqtələri adlandırmağa başlayın. Bax, gəldik B-dən. Burada bir düyməm var. Bura bir B yazıram. Düşdüm aşağı. Burada bir nöqtəm var. Bura bir B yazıram. Aha, gəlirəm indi bax bura. Burada da bir nöqtəm var. Burada B yazıram. Aha, indi baxdım artıq mən. Gəlin bu artıq oxları falan silim. Gözünüzü yormasın. Bir dəqiqə. Aha, baxın indi. Bir diqqətlə gəlin baxaq. Siz də baxın, ola bilər mənim nəzərimdən nəsə qaçar. Görün, hərfləndirmədiyimiz, yəni adlandırmadığımız hansısa bir yer qaldı mı? Bax, 1, 2, 3 dənə kondensatorum var və hər birində adlandırdım. Hər biri AB arasında oldu mu? Bax, bu kondensator da AB arasındadır. Bax, bu kondensator da AB arasındadır. Bu kondensator da AB arasındadır. İlk işimi bitirdim. Adlandırdım. Bütün nöqtələri adlandırdım. İndi ikinci işim nədən ibarətdir? Bax, bu qütblərdə yazdığın hərfləri eyni ardıcıllıqla gətir yaz burada. Bax, bir qütbü A ilə işarə eləmişdim, gətir yaz. Digər qütbdə B-dirmi? Bax, onu da gətir yaz. Yerlərini dəyişdirmə. Onsuz da burada 2 hərflə adlandırmışıq. Əsas bu yer dəyişdirmək 3 hərflə, 4 hərflə olanlardadır. İndi ona aid də nümunələrimiz var deyəcəm. Onsuz da burada 2 hərfdir, yəni qarışdırmaq mümkün deyil. İndi gəl yaz. Müəllimlər, özü də burada çəkdikcə də həmişə burada üstündən xətt çəkin ki, birinci artıq siz bunu burada qeyd eləmisiniz, dəyişik düşməsin. Gəlin, bax, ilk öncə C1 kondensatoruna baxaq. Bax, bu aşağıdakı kondensatora. AB arasındadır mı? Gətir yazaq. Bax, çəkirəm. AB arasında, bax, bir dənə C1 kondensator. Onsuz da C-yə bərabərdir. Bax, bunu burada qeyd elədim. Aha, bax, bunu göstərdikmi? Bax, bunun üstündən burada bir dənə belə xətt çəkirəm. Bunu yazdım. İndi gəlin C2 kondensatoruna baxaq. Bu da mı AB arasındadır? Aha, o zaman bax, onu da bax buradan bir dəqiqə. Hə, onu da bax, gətirirəm, buradan çəkirəm. Bu da oldu mu? Bu da C tutumludur. Bax, bunu da göstərdim. Bax, bunu da çəkdim. Üstündən bir xətt çəkirəm ki, bu da getdi. İndi bir dənə üçüncü kondensatorum qalıb. Bu da AB arasındadır, düzdürmü? Gətirin, bax, bunu da çəkək. Bu da AB arasındadır. Ola bilər, biraz səliqəsiz çəkirəm. Aha, deməli, bax, indi gəlin bunu birləşdirək. Aha, deməli, bir dəqiqə bunu biraz səliqəli çəkim.
Aha, dövrəmizi qurduq. Dedik ki, bax nə oldu? Bu dövrəni, bax bu qarışıq dövrəni gətirdik, bu hala saldıq. Hansı birləşmə oldu müəllimlər? Siz də kömək eləyin, birlikdə yazaq. Necə birləşmə oldu bu? Paralel birləşmə. Paralel birləşmədə ümumi S paralel nəyə bərabər olacaqdır? N-yə. N-yə. Neçə dənə kondensator var? 3-yə. 3S. Düzdürmü? Düz aldıqmı Evet. müəllimlər? Aha, aydın oldu mu bu? Bəli. İndi gəlin biraz elə daha qarışığına baxmağa çalışaq. Çox qarışıqdır. Hə, gəlin baxaq. Gəlin baxaq. Mən niyə bunun bir dəqiqə burada yarımçıq çəkmişəm, bir dəqiqə. Bunun burada da qütbü olmalıydı. Bax burada da qütbünü göstərməmişəm. Aha. Gəlin baxaq. Yenə müəllimlər ilk işimiz nə idi? Adlandırmaq. Qütblərdən ilk qütbün buradır, buradakı qütb. Bura nə yazaq? A yazaq mı? Yazaq A. Bu tərəfə də yazaq mı B? Burada olsun B. Gəlin adlandıraq. Aha, A'dan gəldim. Bax, qabağıma bir düymə burada çıxdı. Yazıram A. Gəlirəm. Bax, burada bir yazdım A. Sonra düşdüm aşağı. Burada yazdım A. Aha, başqa yerə gedə bilirəm müəllimlər. Başqa bir şey yaza bilirəm. Mən A-nı başqa yerlərə apara bilirəmmi? Xeyr, müəllim. Apara bilmirəm. İndi tez tələsik. Yəni başqa gətirib bura D-dən, Y-dən başqa bir hərf yazmıram. İndi get mənbənin digər qütbünə, B tərəfinə gəl. Başqa bir hərf yazmağa tələsmə. Əgər B-ni də gətirdin, adlandırdın, yazdın, hə, gördün ki, artıq gedə bilmirsən, onda başqa hərf yazarsan. İndi gəl baxaq. Bax, B-dən gəlirəm. Bir dənə nöqtəm burada var. B-ni adlandırdım. Düşdüm aşağı. Bir dənə nöqtəm burada var. Başqa bir yerə gedə bilirəm müəllimlər? Gedə bilmirəm. Düzdür? İndi gəlin baxaq. Gəlin baxaq görək, hamısını adlandırdıqmı? Burada bizim düyün nöqtəmiz boş qalmadı ki, gəlin bir baxaq ona. Nəzərdən keçirək. Bax, A, B arasında S1 kondensatorunu adlandırmışam hərflərlə. Sonra S3 kondensatoru A, B arasında adlandırmışam. Sonra S4 kondensatoru A, B arasında adlandırmışam. Aha, indi gəlin burada birinci məqamımız var. Burada baxıram ki, S2 kondensatorum A arasındadır. Eyni hərf arasında qalanda nə olur müəllimlər? Qısa qapanma olur. Sıradan çıxır bu, düzdürmü? Bunu artıq elə bilin ki, yoxdur heç burada bu. Bəli, bax şərtimizdə yazmışdıq. Dedik ki, işlədici eyni hərflər arasında qalarsa, oyundan cərəyan keçməz. Niyə? Çünki eyni potensiallar arasında qalır. Deməli, o zaman nə baş verir? Qısa qapanma baş verir, düzdürmü? Aha, indi gəlin bunu quraq. Bu mənbəmizi qurmağa çalışaq. Deməli, bax, burada da yenə başqa bir hərf olmadı. Amma məncə, mən bir dənə dövrə yazmışdım ki, burada 3 hərf olmalıydı. Gəlin baxaq. A, B-dir. Bax, yerini dəyişdirmirik, yazırıq. A, B-ni yazdıq. Aha, S1 kondensatoruna baxıram. A, B arasında. Hamısı A, B arasında olur, düzdürmü? Gəlin, çəkək. A, B arasında. S1 kondensatoru S tutumludur. Çəkdim. Üstündən xətt çəkirəm ki, nəzərimdən qaçmasın ki, yəni bunu yazmışam, yazmamışam. Sonra gəlin, baxaq S3 kondensatoruna. Bu da A, B arasındadır. Deməli, bax, bu da oldu A, B arasında. Aha. Deməli, bu da nə oldu? Bu da S tutumlu oldu da, düzdürmü? Aha. İndi gəlin, bax, bunu da yazdıq. Düzdür. İndi gəlin, bu birisi AB-yə baxaq. Bu birisi AB-də, bu da yenə S tutumludur. Təsadüfdən gəldi, yenə bu da hamısı paralel birləşmə oldu. Aha. Gəlin baxaq. Deməli, bu da oldu nə? Bu da AB arasındadır. Bu da oldu S tutumlu kondensator. Aha. Deməli, birləşdirdik. Gəlin, bunu da bura birləşdirək. Deməli, oldu nə? Yenə oldu paralel birləşmə. Düzdür müəllimlər? Nəzərimizdən qaçan heç nə olmadı. Düz yazdıq mı? Hamısını. Aha, deməli, o zaman ümumi tutumumuz nəyə bərabər olacaqdır? 3S'yə. Nəyə? 3-yə. 3S'yə. 3S'yə. Bəli. Yaxşı. İndi gəlin belə birinə baxaq. İndi gəlin yenə. İndi sizlə bir yerdə adlandıraq. Deməli, birinci bura mənbəyə nə yazın bura? Birinci qütbümün mənbə deyirəm. Birinci qütbümüzə nə yazaq? A. Bura nə yazaq? Burada olsun B. B. Aha, gəldik. A'dan gələ bilirəmmi? Xeyr. A'dan gələ bilmirəm. Baxıram ki, bax, bir dənə çıxışı var. Burada qabağında kondensator var. Keçirəm indi B tərəfinə. B-dən gəlirəm. Bura gəldim B. Yuxarı gəldim B. Aha, gedə bilirəmmi? Xeyr. Yox. Bir üç Məcburum başqa bir hərf yazam. Düzdür müəllimlər? Gəlin indi bax, bir dənə bura yazıram. Məsələn, bir D yazaq mı? Olsun bir D hərfi. Burada bir D yazaq mı? Bu da olsundur. Burada olsun D. Aha, adlandırdım. Deməli, A, D, B, D, B, D. Deməli, indi gəlin baxaq.
İndi gəlin quraq. İndi artıq 3 hərf var. Bax, burada artıq nəyə diqqət edirik? Hərflərin ardıcıllığına diqqət edirik müəllimə. Bax, birinci A-dır mı? Axırıncı da B-dir də, düzdürmü? D-ni də gəl yaz ortaya. Bax, D-ni də gəl yaz ortaya. Heç vaxt B-ni ortaya yazıb D-ni qırağa yazma. Çünki sən A-nı deməli qütbün birinə yazmısan, B-ni birinə yazmısan, D ortadadır. Ardıcıllığı da bax belə yaz. Yoxsa dövrə səhv olacaq. Aha, deməli indi onda gəlin adi arasında baxaq. Adi arasında olan kondensatorum hansıdır? Bax, bu yuxarıdakı kondensatorda da budur. Düzdür? İkisi. İkisi. Aha, gəl onu göstər İkisi. burada. Bax, ikisi. İkisi. Bax, göstərdim. İndi gətir üstündən xətt çək ki, bunu sən yazdın. İndi sonra qaldı. B-də arasında 2 dənə dövrəm qaldı. Deməli, o zaman bunlar necə birləşəcək müəllimlər? Bir dənə onu Paralel deyim. birləşəcək. Paralel birləşəcək. Paralel. Aha, tamam o zaman. Gəl birləşdirək, paralel birləşdirək. Deməli, hər ikisi S tutumludur. Bax, buradan bir S tutumlunu birləşdir. Gətir buradan da bir dənə S tutumlunu birləşdir. Aha, oldu belə. İndi bax, dövrə rahatlaşdı mı, asanlaşdı mı? Deməli, bu nə olacaqdı? İlk öncə gəl bura baxaq. Bax, bu necə birləşibdir? Paralel S bölmək 2. birləşmə var. Paralel birləşəndə nə olurdu müəllimə? S'dir. 2S. 2S daha doğrusu. Aha, 2S. bax, biraz da sadələşdirdik. Oldu belə. 2S ilə 2S də ardıcıl birləşəndə nə olur? S S bölmək 2. S1, S2. 2S bölünmüş 2-dən bölünmüş olacaq iki. mı S? S. Aha. Oldu mu belə? Aydın oldu mu? Bəli. Aha. Yaxşı. İndi gəlin. Ancaq müəllimə, buna elə belə də baxanda görmək olur da, məsələn, 2 dənə C-lər elə bir ki paralel, sonra 2 C ilə də bir də ardıcıl. Yəni belə də Aha. baxanda heç adlandırmamış da, məsələn, burada mən müəyyən eləyə bildim. Aha. Belə Amma yəni bəzən məsələn, elə testlər Müəyyən olur eləyə ki, bilirsiniz. Aha, Tərtib amma nə bəzən elə olur ki, çaşdırır, adam müəyyən eləyə bilmir. Yəni belə deyim də, bəli. ən yaxşısı adlandırmaq deyilmi? Daha dəqiq olsun. Bəli, siz düz deyirsiniz. Məsələn, güvəndə elə şeylər var ki, elə testlər var. Məsələn, orada nə bilim vətən sözü var, araz sözü var. Onu adlandırası olsanız, elə orada adam hərf qarışıqlığından bitər olar. Onu adlandırmağa ehtiyac yoxdur. Görürsünüz ki, orada hə, məsələn, onu işləyəndə deyəcəyik. Amma orada elə şeylər var ki, adlandırmaq ehtiyac deyil də. Amma elələri də var ki, daha dəqiq yazmaq üçün adlandırma ən yaxşı üsuldur. Belə də ki, indi siz baxanda təyin edə bilirsinizsə, nə gözəl. Yəni, ehtiyac duymursunuzsa da nə gözəl. bəli müəllim, bu Amma yol ümumi məsələn olaraq- biraz hə, o yol daha rahat gəldi, nəinki bu. Yəni bundan heç vaxt tanış olmamışdım. Birinci dəfədir ki, bu adlandırma Doğrudan yoluna deyirsiniz baxdım. mənim. Hərfləndirmə metodu. Bu Bəli, əslində hərfləndirmə metodu, bəli, bilmirdim mən. Bəli, bəli, mən də birinci dəfə. Ona görə mənə Aha. biraz çətin gəldi, amma belə baxanda daha rahat. Yəqin ki, müəllim bizə Əslində- də imtahanda rahatları düşər inşallah. Yəni o qədər Hə, qarışıq yox düşməz. müəllimə, hərfləndirmə metodu çox rahat metoddur. O qədər qarışıq dövrələr olur ki, hətta baxırsan belə, əvvəlcə tutaq ki, deyirsən ki, bunlar paralel olar. Amma hərfləndirəndən sonra görürsən ki, belə, yəni həqiqətən heç yəni paralellikdən əsas əlamət yoxdur da. Yəni ona görə bu hərfləndirmə metodu çox rahatdır. Məsələn, burada görürsən, bax gördünüzmü, eyni hərflər arasında olan kondensator sıradan çıxdı və yaxud da ki, bəzən paralel görsənən ardıcıl olur, bəzən elə bir vəziyyətdə çəkirlər ki, adam aydın eləyə bilmir onu. Hərfləndirmə metodu ən qarışıq dövrələr üçün, ən ideal yoldur. Ən ideal yoldur. Yəni bundakı çətin bir şey bu- deyil. Naqillərin ardıcıl birləşməsində də var belə bu hərfləndirmə metodu. Naqillərin ardıcıl paralel birləşməsində də. Bəli, sabit Hərfləndirmə. cərəyan qanunlarında da, Yəni hamısında ona görə var, deyirəm bəli. ki, incə buna biraz mükəmməl şəkildə Bəli, öyrənişim var. Bəli. İndi bax müəllimə, test indi inşallah 6-cı gün bunun testini işləyəcəyik. İndi test üzərində mən onsuz da onun hamısını sizə hərfləndirmə ilə izah eləyəcəm. Hamısını. Ona görə yəni hər dəfə deyəcəyik ki, o bizim yadımızda qalsın. Adət eləyək, vərdiş eləyək ona. Sabit cərəyan qanunlarında da eyni ilə bax gördünüzmü voltmetr, ampermetr ona görə dedim ki, o sabit cərəyan qanunlarına aiddir. Burada əsasən kondensatorlara baxdıq da biz. Yəni bu rahat yoldur. Bunu yəni özdəki mənə elə gəlir ki, dönüb bir dəfə də məsələn video kayda baxsaz, yəni bu rahatdır. Yəni inanmıram sizə çətin gəlsin bu. Mənim İndi belə eləyə sərbəst bilərəm. fikrimiz də Ancaq var. iki metodun ikisi ilə də eləyərəm ki, görüm cavabı ala bilirəmmi eyni. Ancaq bu Aha. yolla bəlkə öyrənə biləm. Yox müəllimə, öyrənəcəksiniz, narahat olmayın. Yaxşı. Gəlin indi baxın, belə bir tutaq ki, dövrə verilib bizə. Bizə belə bir dövrə verilibdir. Gəlin mən buradakı bu əlavələri silim. Bir dəqiqə. Bu həll üçün yazmışdım. Dəqiqə. Bax,
Bu bayaq dediyimdə əslində orada sizə vermişdim ki, məsələn ardıcıl olanda nə ilə nəyin asıllığına baxıb yaza bilirik. Bax məsələn belə bir dövrə verilibdi bizə. X, Y kondensatorları verilibdi. Deyir ki, əlavə bir kondensatorumuz da var, amma əsasən bizə deyir ki, bax bu X kondensatorunun Y kondensatoruna olan yükünə nisbətlərini tapın. Aha, deməli o zaman nə edirik? Aha, bizə kondensatorların tutumları verilibdi. Deməli biz bilirdik ki, deməli Q bərabərdir SO düsturuna görə Q S ilə düz mütənasibdir. Düzdür müəllimlər? Aha, yəni Q S ilə düz mütənasib asılıdırsa, bu paralel birləşmədə bax ilk öncə bura baxırıq, düzdür? Bu paralel birləşmədir. Paralel birləşmədirsə, bax buradakı gərginlik nədirsə ona bərabərdir. Bura udursa burada udu, tutaq ki, bura 2 udursa burada 2 udu. Yəni gərginliklər bərabərdir. Gərginlik bərabərdirsə, Q ilə S düz mütənasib asılıdır, düzdür? İndi gəlin baxaq. Əgər mən S tutumlu kondensatorun yükünə Q desəm, qoy bunu qırmızı ilə yazım. Bax buna Q desəm, o zaman 2S tutumlu kondensatorun yükü nə olacaq? Onu mənə deyin. 2Q. 2Q olacaqmı? Aha, Q, 2Q. Biz deyirdik ki, paralel birləşmədə yüklər nə edir? Gəlib bax burada nə olacaqdı? Bax buradakı yük nə olacaq? Daha doğrusu, burada yük nə qədər imiş ki, gəlib Q'su yuxarı gedib, 2Q'su aşağı gedib. 3Q'ymuş da müəllimə? 3Q. 3Q gəlib, bəli, Q'su bura paylanıb, Q'su, yəni kondensatorların tutumlarına uyğun olaraq paylanıbdır da, düzdürmü? Aha, deməli o zaman, burada nə olur? Deməli, X kondensatorun yükünü biz tapdıq da, düzdürmü? Q oldu. Bəs o zaman Y bax, buradakı yük 3Q'dürsə, buradakı yük də 3Q olacaq, düzdür? 3Q. Deməli, o zaman Y kondensatorunda yükü olur nə qədər? 3Q. Q bölünmüş 3Q bizə verir 3/1 nisbətini. Aha, indi gəlin belə bir nümunəmiz var. Yəni, belə bir dövrə verilib bizə. Deyir ki, S2 kondensatorunun lövhələri arasındakı məsafəni azaltdıqda, kondensatorun köynəkləri arasındakı gərginliklər necə dəyişər? Bax, S2 kondensatorunu gəlin bir rəngləyək. S2 kondensatoru bu deyilmi? Bax, deyir S2 kondensatorunun lövhələri arasındakı məsafəni azaltdıq. Gəl, tutum düsturunu yazaq. Nəyə bərabərdir? Epsilon 0 S bölünmüş D. Deməli, məsafə azalırsa, bunu S2 üçün yazaq. Məsafə azalırsa, S2-nin tutumu artacaqmı? Artır. Aha, S2-nin tutumu artdı. Bax, bunu burada göstərirəm. Yaxşı, indi bax, mənə deyir ki, bu mənbənin gərginliyi sabitdir. Yəni, bu U1 və U2-nin cəminə bərabərdir də bu ümumi gərginlik. U bərabərdir, U1, üzərinə gəlinsin U2, düzdür. İndi S2 kondensatorunun tutumu artdı. S2 kondensatorunun tutumu artırsa, bax, burada ardıcıl birləşibdir. Yəni, yük sabitdir. Yük də sabitdirsə, kondensatorun S2-nin tutumu artıbsa, o zaman nə olacaqdır? Gərginliyi necə dəyişəcəkdir? Azalacaq. Aha, deməli o zaman U2-nin gərginliyi azaldı. U2-nin gərginliyi... Aha, U1 də sabitdir də, bu özü verib mənə. Onun dəyişməməsi üçün U1 də artmalıdır ki, yəni bu cəm sabit qalsın, doğrudurmu? Deməli, bax, S2-ni təyin elədik. Tutum, deməli, məsafə azaldığı üçün tutum artdı, tutum artdığı üçün U2-dəki gərginlik azaldı. U2-dəki gərginlik azaldığı üçün mənbənin gərginliyinin dəyişməməsi üçün O1 gərginliyi artdı. Aydın oldu? Bax, buna aid də yetəri qədər suallar var. Sonra bir də burada müəllimlər, mən siz üçün sərbəst iş qoymuşam. Bilmirəm, indi bunu, yəni, dərsdən, əslində dərs müddətində nəzərdə tutmuşdum ki, işləyək. Yəni, birini burada, yəni, gəlin, siz işləyin, bir 5 dəqiqəyə, bir bu dövrəni qurun. Görün, alındıra bilirsinizmi? Sonra bir yerdə baxaq, amma artıq bu ikincini özünüz quracaqsınız evdə. Müəllimə, bunu adlandıraq, Bəli, adlandıraq müəllimə. Başqa belə baxmaqla təyin eləmək olmur bunu. Mən şəxsən baxıb təyin eləyə bilmirəm. Zəhmət olmasa, siz də baxın, adlandırın, təyin eləyin və mənə deyin, görün, orada necə birləşmə alınır. Mən özə sizin üçün adlandırmışam. Baxın, qütbləri adlandırmışam. K demişəm, L demişəm. İstəsəz siz də bunu adlandırıb belə götürə bilərsiniz.
İstəsəz də ki, dəyişdirə bilərsiniz. Necə istəyirsiniz? Müəllimə, bu paralel birləşmə deyil ki. Çəkin müəllimə, çəkin, hələ vaxta var. Tamamilə üstündə dəqiq işləyin. Alınır mı müəllimlər? Əgər kimsə çəkib bitiribsə, mənə şəxsidən göndərsin. Qrupa ata bilərik. Paralel biri elə bir Şəxsidən ana göndərin söz müəllimlər. Qrupda müəllim şəxsidən göndərin. Qrupda hamınki bir-birinə qarışır. Baxa bilmirəm. Şəxsidən göndərin, dərsdən sonra baxacağam. Ümumi cavabı alan oldu mu? Cavab nə aldınız? Mənə cavabı deyin görün. Mən 3C aldım. Amma səliqəsiz Başqa- çəkmişəm. Başqa kimlər aldı? Eyb yox müəllim. Nə qədər? 3. Tutumu 3. Yaxşı. Sonra baxaq, başqa kimlərini alıb müəllimlər? Başqa 2 nəfər müəllimimizdən başqa cavab alan olmadı. Mənim orada 2C ilə 4C-ni əvvəl paralel birləşdirdim. Mən 3 almamışım, 5 aldım. Yaxşı. Gəlin baxaq. Gəlin başlayaq bir yerdə baxaq. Bax, K ilə L ilə adlandırmışam. Düzdür mən bunları. Gəlin bunu mən qırmızı ilə göstərim. Bax, bu olsun K, bu olsun L. Aha. Gəlin göstərək. Deməli, bax, qarşıma çıxdı. İndi mən elədikcə siz baxın görün nəyi düz eləmisiz, nəyi düz eləməmisiniz. Deməli, K-dan gəldim. Bura K yazıb mı hamı? Sonra bura K yazıb mı? Sonra gəldim. Bura K oldu mu? Bura qədər düzdür. Bəli, ora Sizdə də. qədər.
Əla. Bəli, Yaxşı. bəli. İndi başqa yerə gedə bilirsiniz. Başqa yerə gedə bilirsiniz kayna. Yox Xeyr, müəllimə, indi gəl- o ara D yaz. Arya deyər. Yaxşı. Yox, gözlə Mən də müəllimə araya- hələ. Yox, yaza Eldən bilərsiniz. başlayalım. Amma hələ yox müəllimə. Hələ ilk öncə gəlin digər qütbə. Buradan gəlin gedin. Elə ola bilər ki, düzdür, burada D yazacağıq, o olacaqdır. Amma elə bir mənbə ola bilər ki, heç orada el tərəfindən gələndə sizə ehtiyac olmaz üçüncü hərfi yazmağa. Ona görə tez üçüncü hərfi yazmağa tələsməyək. Digər qütbə keçək. Gəlin bura, indi eldən gedək. Gəldik. Bax, burada el oldu mu? Yenə gedə bilirik buradan. Başqa bir yerə gedə bilirikmi? Gedə bilmirik. Gedə bilmirik. Aha, o zaman gəlin bura bir D yazaq. D Bizim yazdım. artıq tamam Ha, oldu. orası Dedi orada. Necə? Mənim cavab istəyirdi orada. Tutdum, ümumi 3 şey alınır cavab. Müəllim, bilmirəm. Gəlin indi bir yerdə baxaq da, mən də sizlə bərabər baxıram. Gəlin cavabı dəqiq bilmirəm. Elə ümumiyyətlə soruşdum ki, görüm kimdə. Və yəni axırda görə kimin cavabı düz çıxacaq. Aha. Gəlin baxaq. İndi quraq müəllimlər. Bax nə yazıram? Birinci K hərfimi yazdım. Sonra Sonra axırıncı D el. hərfimi yazdım. Bir arada. Ortaya da bir D hərfimi yazdım. Aha. Bax yerini dəyişmirik. K, D, L-i yazdıq. Düzdürmü? İndi gəlin baxaq. K ilə D arasında olan dövrəyə baxıram mən. K ilə Birdən. D arasında neçə dənə dövrəm var? 2 dövr. Ya paralel var. Aha, D, bir K ilə D. D arasında əla. K ilə D arasında 1 var, 2 sem. Bir Düzdürmü? də var. Bir də var, Bir də- 4 sem. Əla. Bax bunu yazdıq. Bunlar Hemen düzəlirlər. bir başka K ile el arasında C var müəllim. Aha. K İndi ile gəlin bir baxaq. başka el arasında İndi K müəllim, D ilə el arasına gəlin baxaq. D ilə el arasına. D ilə el arasında neçə dənə dövrə, neçə dənə kondensat? Bir dənə. Bir Gəl dənə, bunu bir- buradan bir- birləşdir. 3, S-ni birləşdir. Aha. Bunu da Bir tane de birləşdirdik. K ile el arasında varımızdı. O da C'di. Aha. Bir dənə də K ilə el arasında var. Gəl onu da buradan deyək. Bax belə. Birləşdirək də. belə. Nə fərqi var? Mən yuxarıdan da ola bilər. Nə fərqi var? Eyni şeydir. Bəli. Onda Aha. almış. Düz alınıb belə. Dövrə belədir hamıda. Bəli, belə alın. Mən də belə aldım. Ben müəllimə, İndi gəlin K baxaq. arasında onu birləşdirə bilmədim mən. Məndə deyirlərdi. Yuxarıda K birləşdirdim, ancaq K ilə L Bax, arasındakı ilk birləşdirə öncə bilmədim. qayda nədir müəllimə? İlk öncə. Bax, 3 hərf varmı? Sən birinci ilə ikincinin arasında nə yerləşirsə onu çək. Sonra ikinci ilə üçüncünün arasında nə yerləşir onu çək. Sonra birinci ilə axırıncının arasında olanı birləşdir. Bax, əsas qayda budur ki, hərflərin yerini dəyişməmək. K'ya bir qütbü K ilə işarələmsən, bir qütbü L ilə bu birinci burada olmalıdır, axırıncı burada. Ortaya da D yazmısanmı? Bax bu da ortada D-ni yaz. Yerini dəyişmə. Bir də sıra ilə elə. Bax K ilə D arasına. Çəkdinmi? Eyni hərf arasında qalanlar, yəni K ilə D arasında neçə kondensator varsa, onları paralel birləşdir. Birləşdirdinmi? İndi keç D ilə L-in arasına. D ilə, məsələn, D ilə L-i çəkməsə, siz K ilə L-i çəkəndə burada dövrə qəribə alınır. Ona görə bax bunu yuxarını tamamla. D ilə L-i indi bax gör D ilə L-in arasında neçə kondensator var. Onu çəkəndən sonra artıq K ilə L-i istəsən yuxarıdan çək, istəsən aşağıdan çək, fərqi yoxdur. İndi gəlin hesablayaq. İlk öncə gəlin bu paralelə baxaq. Bu paralel nə qədər olacaq burada? 6-sı. 6S oldu mu? 6S ilə 3S necə birləşdi? Ardıcıl. Ardıcıl birləşəndə 6-nı vur bir-birinə böl cəminə. 6 dəfə 3, 18. 18-i böldün, 9-a oldu 2. Bax, bu yuxarı, sənin bax bu yuxarı dövrən oldu 2. Aşağı dövrəndə 2S, aşağı dövrəndə S. 2S ilə də S oldu nə? 3 3S. Bəli. 3S yazan müəllimlərimizə təşəkkürlər. Mən də 3 şey tapmışdım. Hə, mən cavabı bilmirdim. Sadəcə soruşdum ki, görüm axırda kimin cavabı düz çıxacaqdır. Aha, deməli oldu, dövrəmizin cavabı 3S. Yəni düzgün qurduq demək. Düz yazan, düz quran müəllimlərimiz oldu. Aha, ikincini də quraqmı müəllimlər, yoxsa evə saxlayaq bunu? Quraq müəllimə, quraq. Qura Yaxşı, bilməyənlər gəlin quraq. Aha, gəlin quraq, yaxşı. Yenə mən sizin üçün adlandırmışam. KL. İndi 5 dəqiqə vaxtınız var. Görək kimin cavabı düz çıxacaq. Kim düzgün quracaq. Bunu da yenə müəllimə xahiş edirəm. Çəkin mənə şəxsdən atın, mən dərsdən sonra baxacağam. Ən azından görüm necə qurmusunuz. Müəllimlər, aydın olur bu hərfləndirmə metodu. Yəni belə nətər deyim, bir aydınlıq yarandı sizdə ki, hə necə eləmək lazımdır? Təxminən tutuz metodunu.
Bəli, İki müəllimə, dəqiqə bəli. işləsək lap əla olacaq. Hə, olacaq. Testlərində işləyəndə müəllimə görəcəksiniz ki, işlənir, rahat işlənir. Mənə deyəsən sadəcə 2 müəllim göndərib. Digər müəllimlərimizin heç biri qura bilməmişdi müəllimlər dövrəni. Müəllimlə mən qurmuşdum amma Müəllimə mən göndermemişim ama size dedim de yazmıştım. atmadım. Hə, bildim müəllim, bildim sizi. Yox, yəni indi burada 30 neçə müəllimlikdə ondan 2 dənəsi göndərib ona görə dedim. Mən də qurmuşdum elə amma hesablamalı. Yaxşı, artıq ikinci dövrədən hər birinizdən şəkil gözləyirəm. Hər Mənim birinizdən. Bəli. telefonum xarabdır. Mən hərfləri zadı səhv yazıram falan. Ona görə göndərə bilmirəm. Burada da tez-tez səs açıb deyə bilmirəm. Yəni Aha. keçən dəfə də bilmirəm, hiss olunurdumu ki, yazanda çox səhvlərim gedir. Telefon məndə ekran xarabdır, ekran qırıqdır. Amma çalışdığım qədər, yəni ki, bacarsam sağ tərəf işləmir ona görə. Hə, yəni nəzərə alın bunu. Yoxsa ki, həll Yaxşı. eləyirəm. Əla, əla müəllim, lap yaxşı. Pərvanə müəllimə, eləyə bilirsinizmi? Çətinlik çəkirəm ona görə. Yox, müəllimə, çətinlik sözünü deməyək, eləyəcəyik. O nədir ki, bu hərfləndirmə metodu bizim əlimizdə heç bir şey. Eləyəcəyik. Müəllimə, mənə də çətin gəlir. Ancaq dərsdən sonra mütləq yenidən baxacağam kayda. Bir də öz üzərimdə özüm Müəllimə, üçün edəcəm. testləri Biraz da işləyəndə burada- güvəndə nə qədər suallar var, nə qədər belə testlər var, Müəllimə, görəcəksiniz. əgər tələfi alınmadısa cavab 3,5-dir, səhv eləmirəmsə. Yəni ola Aha, bilər indi tələfi. baxarıq müəllim. Aha, baxarıq müəllim indi. Qoy bir 2 dəqiqədə gözləyək müəllimlərimizi. Sonda Mən baxarıq. təşəkkür etmək istəyirəm sizə. O digər müəllimə də dedi. Düzdür, mən də birinci dəfə də bu metodu görürdüm. Yəni rastıma çıxmamışdı. Öyrənmiş oldum çox. Buyurun. Siz sağ olun müəllim, buyurun. Hamıdan gözləyirəm müəllimlər. Şəkilləri hamıdan gözləyirəm. Yaxşı, belə deyim də, müəllimlər, yaxşı, indi bunu hərfləndirmə metodunu əgər bilmiriksə, tutaq ki, bunu məsələn bu dövrəni necə eləyərdiniz? Yəni indi bir öz metodunuzla da eləyin görün, eyni alırsınızmı cavabı? Amma mən inanıram ki, yəni bu metod sizə daha yaxşı gələcək, daha asan gələcək əlinizi öyrəşəndən sonra. Yəni artıq o qarışıq dövrələrdən yəni problem olmayacaq. Hər kəsdə alındımı nəsə? Hər kəs çəkə bildimi? Ən azından hərfləri yaza bildimi, adlandıra bildimi? Adlandırdım. Müəllimə, adlandırmış amma. Bəli, müəllimə, hərfləri adlandırmışam. Valla elə Dövrəni yığa bilmisinizmi? Dövrəni qura bilmisinizmi müəllimə? Gülər müəllimə. Dövrəni qurmuşuq. Aha, nə almışsınız cavab? Ardıcıl birləşdirmədə N vurulsun C idi, yoxsa
C bölünsün eni-dir. Orada biraz Müəllimə, qarışdırdım. burada axı kondensatorların tutumu bərabər deyil. Siz C bölək M və yaxud da M vuraq C-dən Onu istifadə yazdım. edirsiniz. Hə, Orada Onda- fərqlidir axı kondensatorlar. C2, C1, ardıcını da topluyoruz. Daha doğrusu Bəli. paraleldə Ardıcı- Paraleldə Hə, toplayırsınız. Ardıcı- Paraleldə toplayırsınız. oldu. Ardıcılda isə S1, S2 vur cəminə böl. Vur Hə, hə. cəminə böl. Mən sizə ikisini də atmışam. Adlandırmaqda Əla. Dərsdən sonra baxacam müəllimə. Buradan çıxmaq istəmirəm. Dərsdən çıxanda baxacam. Əsas odur ki, düzgün olsun. Yaxşı, cavab nə aldınız müəllimlər? Dövrəni quran müəllimlər. Nə aldınız cavabı? 3.5 müəllim. 3.5 C. Aha, çoxluq 3.5 deyir. Yəqin ki 3.5 alınar, bilmirəm. İndi bir yerdə baxaq. Hamı qutardısa baxaq mı? Görək kim düz yazıb. 3.5 dedi. 3.5. Bəli, 3.5. Aha, gəlin başlayaq o zaman. Başlayaq mı? Adlandıraq mı? Gəlin K-dan başlayaq. Aha, bax burada mənim bir dənə düyməm var. Elə bu K-dı adlandırmışam, gəldim. Bax, Mən də burada oldu mu K? Aha, əla. İndi gəlin baxaq. Görün indi adlandırmamız düz olub mu? K, gəldik buranı adlandırdıq. Gəldik, qabağımda heç nə yoxdur, adlandırıram. Gəldim, heç nə yoxdur, adlandırıram. Heç nə yoxdur, adlandırdım. Gedirmi? Bundan sonra gedə bilirəmmi? Xeyr, xeyr. Aha, İndi el tərəfdən gəldi. Üçüncü hərf yazmağa tələsmirik. Keçirik bu qism El tərəfdən. qütbə. Aha, elə gəldi yerin yanına. Gəl, bax burada bir dənə düymə var. Bunu adlandır. aşağı Düş el. aşağı, adlandır. Gedə bilirəmmi? Sonra. Xeyr. Xeyr. İndi nə Ortada edeyim? deyil. Hansı? Aha, Yazır. burada, hə, burada yazıraq mı bir dənə de? Aha, burada o zaman olur mu de? Bəli. Belə oldu Hə, müəllimlər. bu qayda var mənim. Hə, bu qayda var. Əla. Yaxşı. İndi quraq mı? Quraq mı dövrəmizi? Hə, müəllimə, Deməli nə qurmaq. yazdım? Birinci hərfin K. nə olsun? Sonra. C, E, Sonra D, el. C, E. Əla. Mhm. Aha. Mən yaza bilərdimmi K, L, D? Xeyr. Xeyr, Yaza D ilə bilmərəm. K-nın arasındadır. Əla. Yazdıq. Nətər var yazdıq. K ilə D-nin arasında olanlar gəlin bir işarələyək. K ilə D-nin arasında olan budur. Bir də K ilə D arasında olan budur. Başqa varmı müəllimlər? Xeyr. Xeyr, yox. Xeyr, yoxdur. Aha. Ola bilər ki, nəsə nəzərimdən qaçar, diqqətli olaq. Deməli, K ilə D arasında 1 var, 3-si, 1 var, 2-si. Gəl yazaq. Aha. Bax, bu oldu 3-si. Aşağıda da Aha. ikisi. Aşağıda da oldu 2-si. Bura qədər düzdür hər kəsdə. Bəli. Əlasız. Əlasız. Aha, tamam o zaman. D ilə el arasında da 5C, 5C. D ilə elin arasına gəlin baxaq. D ilə elin arasında nə qaldı? 5C. Bir dənə Bir dənə 5C beş. qaldı. Əla. Bax, bir dənə budur da, düzdürmü? Bir dəqiqə, qoy bunu da işarələyək. Aha, 5C-ni gəlin çəkək. Aha, D ilə elin arasında bax bir dənə 5C-mizi, S-mizi çəkdik. Tamam. İndi vəsiyo, bunları çəkmiş oldum. İndi gəlin baxaq görək ayrı hansı dövrəmiz. Hə, bir dənə Tamam, də bunlar K arasında elimiz var. qalıb. Aha, K Aha, elimizi istəsəz yuxarıdan birləşdirin, fərqi yoxdur. İstəsəz aşağıdan birləşdirin. Əsas odur ki, düz birləşdirək. Bir dənə də S tutumlu kondensatorunu gətirdim, birləşdirdim burada. Mən də biraz səliqəsi çəkirəm, üzrlü sayın. Aha, tamam. İndi gəlin baxaq. Deməli 3S ilə 5S birləşdi, paralel düzdür. Deməli nə qədər oldu? 5S. 5S ilə 5S ardıcıl oldu. Oldu nə qədər? Tamam da 5C. 2.5S. Aha, yuxarı 2.5, aşağı S. Nə qədər olacaq? Əlasız. Əlasız. Halal olsun sizlərə, əlasız. 3.5 S-mizi aldıq. Hamıda alınmışdı mı 3.5 S? Yox, müəllimə, quranmamışam. Məndə alınmışdı. Əla. Gördünüz müəllimlər, demək olar ki, əksəriyyətimizdə alınıb. Deyirdiniz ki, çətinlik falan belə. Gördünüzmü? Heç nə çətin deyil. Deməli, əla. Bax, bu da oldu bizim hərfləndirmə metodumuz. İndi xahiş edirəm müəllimlər. Güvənin testlərini işləyəndə öz əvvəlki metodumuzu qoyuruq bir tərəfə. Ona görə başlayırıq. Ancaq bax, bu hərfləndirmənin eləyirik ki, əvvəlki metod yadımızdan çıxardırıq. Təzə metodla, bu hərfləndirmə metodla güvənin testlərinin hamısını bax bundan işləyirik. Oldu mu? Müəllimə, zəhmət olmasa bu toplamanı biz də deyərdiniz də. Hansı toplamanı müəllimə? Axırda bu K ilə el arasında toplamanı necə apardıq onu çıxar. Yaxşı, gəlin baxaq. Gəlin mən bu təzədən bunu bir sileyim. Gəlin bir dəqiqə.
Yəni müəllimə, mən də adlandırıram, amma sonra belə deyək, tutumu nəyin arasına, K ilə D ilə elin arasına nəyə Ümumiyyətlə yazırsan? dövrəni Orada təzədən quraq deyirsiniz müəllimlər, yoxsa toplanmasını deyirsiniz? Yox, Nəyi deyirsiniz? toplanmasını, dövrəni qurduq. adlandırmadan, Sağ ol. hərfləndirmədən sonra edin müəllim. Hərfləndirmədən sonra. Hə, yaxşı, oldu. Eləyək. Hərfləndirmədən sonranı təzədən eləyək. Hə, bax, sildim. Aha, müəllimə. Gəlin bir yerdə eləyək. Bax, dedik ki, 3 hərfimiz var. Üçünü də ardıcıllıqla yaz. Birinci K idi, ikinci D idi, üçüncü də el idi mi? Dedik ki, Bəli. hərflərin yerini dəyişmək olmaz. Bura qədər aydındır, problem yoxdur ki, bura qədər. Xeyr, xeyr. Aha, indi bax, gəlin baxaq. K ilə D arasında, qoy bunu başqa hərflə göstərim. Rəhlə, bax, K, D. K ilə D arasında bir dənə kondensatörüm 3C tutumlu bu varmı? Bəli. Aha, bir dənə də bax, K ilə D arasında, bax, bir dənə də bu İki, varmı? iki. Bir budur, Aha. bir bu. Ay, sağ ol. İki, bax, KD arasında iki dənə kondensatörüm var. Bunlar paralel birləşəcəklər. Gətir paralel birləşdir. Bax, deməli, biri oldu 3C, bax, olsun 3C. Bax, biri olsun 2C. Fərqi yoxdur. İstəyirsiniz 2C'ni yuxarıda yaz, 3C'ni aşağıda yaz, onun fərqi yoxdur. Aha, bax, bunu birləşdirdim. Bax, bura qədər aydındır. Bəli. Bəli, Aha, müəllimə. yaxşı. Bura qədər aydın. Bax, üstündən də bir dənə belə iki qırmızı ilə göstərirəm ki, bax, bunları göstərdik. Bax, bununla işimiz yoxdur. İndi mən baxıram ki, mənim burada DL hərfim var. Axtarıram dövrədə ki, DL arasında olanları gətirim yazım bura. DL arasında mənə deyin görüm, hansı kondensatör var? 5C. 5-dir. Əla. Bəli, 5C-ni gətir çək bura. Bax, 5C. 5C-ni çəkdim. Düzdürmü müəllimə? Bəli. Bax, bu da getdi. İndi qaldı nə? Axı mənim hələ bir kondensatörüm K ilə qalır. Yox. Kaynan el arasında. K ilə il arasında. Bəli, K ilə il arasında. K ilə il arasında mən necə birləşdirim? Biri qütbün Ki, əvvəlidir, müəllim, biri aşağı sonudur. düşəcəyik. Aşağı Aşağıdan, düşəcəyik. çək aşağı, dövrədir də. Dövrədir də, necə istəsək, müəllimə, bunu biz nə var ki, lap yuxarıdan çəkib, fərqi yoxdur onun. Əsas odur ki, mahiyyəti düz olsun. Bax, buna yazdın S. O bir dəqiqə, hə, bu da oldu S tutumlu kondensatörümüzə, düzdürmü? Aha, vəsə, dövrəni qurduq. İndi gəlin, yəni, görək hansı ardıcıldır, hansı paraleldir. Bax, 3C ilə 2C müəllimə paralelmi birləşir? Paraleldir, Bəli. bəli, 5C. Toplanacaqmı? Bax, bu olacaqmı 5C? 5C, Aha, bəli. bax indi elə bil ki, müəllimə, elə bil ki, bax sənin bu dövrən bax belə olub bax. Bax burada bir 5C var. Təzədən ardıcıl birləşib, təzədən Ardıcıldır, 5C bəli, ilə. ardıcıl. Aha, təzədəndən də aşağısında bax bir dənə C tutumlu kondensatör. Bax elə bir dövrə budur. Dövrənin yeni halı oldu bu. Bax belə. Aha. Aha, 5C ilə 5C ardıcıldır. Ardıcıldır, özü tutumları bərabərdir. Sayına bölürdükmü? 5C-ni 2-yə böləcəm, yuxarı olacaq ki, onda 5C. Düzdür? Aşağıda Düzdür mü? C deməlim, paraleldir, toplanacaq. Ay sağ ol, aşağıda C-dir. 2 onda 5 ilə də 1-i topla. Bunun tutumu 1C deməkdir də. 2 onda 5 ilə 1-i topla, olsun 5 onda 5C. Aydın oldu sizə müəllimə? Bəli, Bəli, bəli. müəllim, mən bunun üzərində başa düşdüm. İnşallah sonrasında yaza bilərəm. Yox, müəllimə. Əsas, yəni bunu bir test üçün izah eləmirik ki, bu hərfləndirmə metodunu siz bildinizsə, istənilən dövrəyə bunu tətbiq eləyəcəksiniz. Əsas qaydamız nə oldu? Mənə kim qəşəng bir bu qaydalarını deyər bunun? Əsas qayda nə oldu? Müəllimə, olar bir sual vermək? Hərfləndirmə. Aha, buyurun, bəli. Müəllimə, bir şeyi dəqiqləşdirmək istəyirəm. Məsələn, K ilə D arasında. Baxıram ki, Sayla D arasında. Aha. məsələn, hə, bir 3C var, bir də yenə də K ilə D arasında tutaq ki, 2C var. Aha. Hə. Deməli, 2 dənə, məsələn, bir 3C var, bir 2C var. Onlar Aha. mütləq paralel birləşməlidir. Bəli, bəli. Ay, Mütləq bir o paraleldir, lazım. bəli. Tək Bəli, qalıbsa, sure. tək bir, bəli. Ay, Bəli, sağ ol, bax sağ ol. ola bilər ki, müəllimə Hə. 4 dənə olar. Bildim, K ilə D arasında bildim, 4 dənə. Şu Bildim, 4-ünü də bildim. paralel birləşdirin. Müəllimə, çox sağ olun, çox təşəkkür eləyirəm. Siz Həqiqətən. sağ olun müəllimə, siz sağ olun. Buyurun. Əsas odur ki, yəni bizim üçün nəsə bir xeyir olsun. Mən hə, qarandıq qalan bir də o idi. O da yəni çox sağ ol. Əla. Əla. İndi kim bu ardıcıllığı mənə deyər? Bax nə etməlik? Əsas məqsəd belə, əsas nə etməliyik? Mənə onu bir deyər. Əsas nədir burada? Müəllimə, qütbləri əvvəlcə hərfləndiririk. Aha. Hər Birinci qütbü bir qütbə. hərflə, hər qütbü Bəli, müxtəlif bəli. hərflə. Aha. Maniyələri, yəni maniyə rast gəlməyənə qədər gedirik o hərfinə.
Aha. Sonra ikinci hərfi, daha doğrusu Bəli. üçüncü hərfi yazmağa tələsmirik. Əks tərəfdən başlayırıq. Bəli. Aha. Əks tərəfdən başlayırıq o biri hərflə, yəni ikinci hərflə. Yenə də Aha. maneəyə rast gəlməyənə qədər həmin hərflə gedirik. Aha. Sonra Maneəyə tutaq rast ki, aha. o hərfləndirdik, qurtardıq. Tutaq ki, K ilə L arasında başqa bir, məsələn, kondensator var da, ancaq keçə bilmirik ora. Aha. Yəni, maneə var, keçə bilmirik. Həmin o maneələrin arasında başqa hərfləndiririk. Adlandırırıq. Aha. Bəli, adlandırırıq. Sonra dövrəmizi yavaş-yavaş qurur. Əgər iki Mən- hərf arasında K ilə Aha. K arasında qalıbsa, onu sıradan çıxardırıq. Bəli. Niyə sıradan çıxardırıq ki, müəllimə onu? Səbəb nədir ki, onu? Qısa qapanma baş verir. Qısa Mən qapanma baş verir orada. Bəli. Qısa qapanma. Buyurun. Bunun Bu cərəyanı. eyni hərflərin Qısa arasında qapanma. qalanda potensiallar fərqi də bərabər olur. Ona görə qısa qapanma olur orada. Bəli, qısa Bəli, qapanma. bəli müəllimə. Aha. Belə, sonra yaxşı, bəs indi adlandırdıq, qurtardıq. İndi bəs dövrəni yığanda necə yığırıq? Nəyə diqqət edirik? Dövrəni yığanda hərflər arasında. Hərfləri. Hərflər arasına baxırıq da Hərfləri. müəllimə. Bəli, hərflərə. Hansı hərflərin Hərflərin nəyinə baxırıq? Ardıcıllığına baxırıq. Mənbənin Bəli. qütblərindəki hərfləri, yəni əvvəlində, sonunda yazırıq, dəyişmirik. Ortaya, Bəli, nə bilim, bəli, başqa yerə bəli. salmaq olmaz. Ardıcıllıq əsas məsələdir. Və məsələn müəllimənin verdiyi sual dedi ki, K ilə D arasında 3 dənə, 2 dənə kondensator varsa, deməli onlar nə edəcək? Necə birləşəcək? paralel birləşəcək. Paralel birləşəcək. Əla. Sonra da ardıcıl birləşənlərin ardıcıllıq qaydasına istifadə edəcəyik. Ardıcılda nə olurdu? Vur, cəminə böl və yaxud da ki, eynidirsə sayına böl. Paraleldəki daha rahat, topla. Всё, yəni metod bundan ibarətdir. İnanıram ki, hər kəs üçün başa düşülən oldu. Başa sala bildim daha doğrusu. Əla, lap yaxşı. Mən də birinci dəfə rastlaşırdım. Çox rahat üsul gəldi mənə. Çox rahat müəllimə. Artıq Qarışdırırdım. hə, indi artıq nə qədər qarışıq dövrə olsa, siz onu bu hərfləndirməklə rahatçılıqla düzgün formaya gətirə biləcəksiniz. Aha. İnşallah. Əla, lap yaxşı, belə. Deməli, ev tapşırığı olaraq güvən test toplusundan, deməli, elektrik tutumu, elektrik sahəsinin enerjisini, bütün testlərini işləyirik 6-cı günə qədər, 6-cı gün dərs izahında özə xahiş edirəm. Artıq bu hərfləndirmə metodunu bütün testlər deməyək də, yəni dövrələrin hamısında bu metodla keçək, bu metodu tətbiq edirik. Ki, yəni əlimiz öyrəşsin. Yəni dərsdəcə sadəcə elə mən deyəndən deyənə yox da, artıq öz testlərimizi işləyəndə də bunlara baxaq. Bu metodla eləyək ki, əlimiz öyrəşsin, öyrənə bilək. Belə, mənə başqa sözünüz, sualınız varmı müəllimlər? Mənim bir dənə sualım vardı. Buyurun. Siz keçən dəfə Kaspidən tapşırıq verdiniz, impuls enerji. Mən o testləri işlədim. Və bilmədiklərimdə sağ olsun, Rakip müəllim, bəli, qrupda kömək etdi mənə, çox sağ olsunlar. Amma indi bilmək istəyirəm ki, siz dediniz ki, güvəni 5 bölməni qutarandan sonra, yəni bu elektrik bəhsi maqnitə qədər də təkrara qayıdacağıq. Bilmək istəyirəm ki, biz təkrara qaydanda Kaspi ilə edəcəyik, yoxsa onu güvənlə edəcəyik? Müəllimə, bax, mənim belə təklifim belədir, yəni sizə də deyib elə başlamaq istəyirəm ki, yəni bir yerdə qərar verək başlayaq. Bax, siz dediyiniz kimi, mən fikirləşmişəm ki, müxtəlif mühitlərdə elektrik cəryanının testlərini bitirib maqnitə keçəndə eyni zamanda təzə mövzu ilə bərabər başdan, ilk mövzudan Kaspi ilə təkrara başlayırıq. Məsələn, maqniti verdimmi və eyni zamanda Kaspinin də birinci bölməsi, düz xəttli bərabər sürətli bərabər təcili hərəkəti mən sizə verəcəm. Ona görə deyirdim ki, işləyin ki, hamısı birdən yüklənməsin sizə. Kaspini təkrar eləyəcəyik. Kaspi ilə təzə mövzuları təkrar edib qutaracağıq. Artıq belə deyim də, axırda nə vaxtımız qalır? Mən sonra çalışacağım sizə əlavə dərslər də salım. Məsələn, bazar günlərinə, hansısa günə də əlavə dərslər salın. O əlavə dərslərdə də sizinlə bir yerdə edirik, yoxsa yenə özümüz üçün edirik? Yox, müəllimə, yox. Bilmədiyi sualları verəcəyik də, necə güvən işləmirik. Yox, elə şey mi var müəllimə? Yox, sadəcə mən nəyə görə sizə deyirəm ki, onu işləyin? Yəni ki, məsələn, həm təzə bölməni işlə, həm Kaspin işlə, sizə çətin olmasın deyənə. Yəni ona görə deyirəm ki, əvvəldən işləyin ki, bir neçə mövzu qabağa düşəsiniz də, o mənada deyirəm. Yox, onu işləyəcəyik bir yerdə. Və təzədən artıq axırda bizim nə vaxtımız qalsa, mən yenidən sizə
güvənin C-lərini, B-lərini yenə baxacağıq. Onu artıq yəni mən özüm sual-cavab şəklində soruşacağam. Bir də sizə topludan bəzi suallar, hamısını yox, çoxdur. Bilirəm ki, yorar sizi. Bəzi orada çətin tipli suallar var, fərqli tipli suallar var ki, onları özüm seçib verəcəm ki, məsələn, birinci bölmədən tutalım ki, sizə bir 50 dənə test verəcəm ki, bu birinci bölmədən 50 dənə testi mənə işləyin, bildiyinizi, bilmədiyinizi bir yerdə analiz edin. Yəni fikrim, proqramım belədir. İnanıram ki, sizin üçün də uyğun olar. Bəli, müəllim, elə Kaspini sizinlə bir yerdə işləsək la bəli olar. Yox, Çünki orada bir maraqlı yerdə suallar işləyəcəyik çoxdur. müəllimə. Bəli, orada fərqli suallar, maraqlı suallar çoxdur. Sadəcə yenə deyirəm, mən sizə əvvəldən verirəm ki, sonra siz çox yüklənməyəsiniz. Yəni mən yenə deyirəm, o təkrara ikisini bir yerdə başlayacağam, çünki mümkün deyil. Yəni sentyabr ayından başlamamışıq da, yanvar ayından başlamışıq. Ona görə də biz biraz yüklənəcəyik. Biraz yüklənəcəyik. Eyb yox, bu yüklənmə də müvəqqətidir. Hə, biraz tez başlasın. Kaspın başqa PDF-in tapmaq olmaz ki, bir rahat görünsün. Bu çox zəifdir görüntü. Müəllim, inanın ki, bu PDF məndə illər əvvəldən var. Bir deyim də sizə bir 5-6 il əvvəldən. Olan qalan PDF budur. Başqa cür PDF tapılmır. Mən bütün hər yeri maraqlanmışam, soruşmuşam ki, özümə bir dənə kitabını tapım da işlənmiş, ikinci əl olsun, nə olsun. Nə PDF-ini tapa bilməmişəm, nə kitabını tapa bilməmişəm. Yəni sadəcə bir dənə əldə olan onun bir dənə PDF. Oradakı zorla görsənir. Görünmür, məsələn, elə bir özümüz fikirləşib şərtləri qoyursun, görə belə olmalı, belə şeylər var. Bilirəm müəllim, bilirəm ki, çətinliklə işləyirik, amma olsun da eyb yox. O bir, məsələn, bölmədə tutaq ki, 10 dənə elə olar ki, lap əziyyət çəkərlikdə görməlik, digərləri az-çox da olsa görünür, yəni ümumi tapa bilirik. Bəli, müəllimə, buyurun. Müəllimə, hətta mən Kaspinin nəşriyyata da zəng elətdirdim. Dedilər, heç yerdə, valla, dedilər, heç yerdə tapa bilməyəcəksiniz. Deyirəm də müəllimə, mən də çox maraqlanmışam. Yəni, amma mən səhər PDF-ini onu çıxartdırmaq istəyirəm. Yəqin ki, çıxartdırmağa dəyər, müəyyən miqdarda yəqin görsəniz də o. Müəllimə, indi hər halda nə qədər pis olsa da PDF-dən yaxşıdır da. PDF-də adam vəbşi belə gözü yorulur adamın, adam işləyə bilmir. Telefonla işləyə bilmirəm, telefonla işləyə bilmirəm. Bəli, bəli, ona görə... Çıxardanda da zəifdir, müəllimə, çıxardanda belə zəifdir. Mənim özümdə bir dəfə çıxarmışam, bir də lap yüksəklə qurmuşam, çıxarmışam, yenə zəifdir. İnanırsınız müəllim, o günləri sizə də dedim, bir məsələ var idi, uşaqlara elətdirirdim onu. Nə qədər elədik, heç nəyi aydınlaşdıra bilmədik. Təzədən getdik, PDF-i açdıq, PDF-ə baxdıq, PDF-də də görsənmirdi. Yəni, ümumiyyətlə bilə bilmədik ki, o sual, yəni orada nə istəyir bizdən də? Tamam hərflər, nə hərf var idi, nə rəqəm var idi, heç nə yox idi, qrafik idi. Heç nə başa düşə bilmədik, təzədən üstündən keçdik sualı. Ki, yəni, heç nə başa düşə bilmədik. Yəni, olur elə suallar, amma olsun da eyb yox. O, tutaq ki, 10 dənə sual elədi. Əsas qalanlarını işləyək, bildiklərimizi, gördüklərimizi işləyək, eyb yox, 10 dənə sualdan heç nə olmaz. Əsas odur, nə qədər çoxdur, orada fərqli suallar var, güvəndə olmayan suallar var orada. Yəni, onu işləsək yaxşıdır. Müəllimə, açıq bir etiraf eləyim, qoy müəllimələrdə işləsin, yəni ki, burada biz iştirak eləyiriksə, deməli, ehtiyacımız var da, yəni, sizin köməyinizə ehtiyacımız var. Əlbəttə. Yox, əstəğfurullah, elə deyilmir müəllimə. Yox, müəllim, həqiqəti mən deyirəm, mənim yaşım kifayət qədər var, yəni bu düz deməyi sevirəm. İnanın Allaha ki, təşəkkür eləyirəm. İrəliləyiş hardasa mən şəxsən özümdə 70% irəliləyiş hiss eləmişəm. Nə gözəl müəllim, nə gözəl. Etiraf eləyirəm. Bəzi elə məsələlər var idi ki, çətinlik çəkirdim, çox hasan, çox gözəl, təşəkkür eləyirəm. Sağ olun müəllimə, nə xoş mənim halıma, mən sadəcə sevinərəm ona, yəni. Halal xoşunuz olsun. Mən də baxmışam, həqiqətən. Çaş deyirəm ki, çoxdan qoşulardım, sentyabrdan qoşulardım, daha rahat öyrənə bilərdim. Müəllimə, inşallah bu sertifikasiyanı verək, növbəti sertifikasiyada inşallah sentyabrdan başlayalım. İnşallah. Belə müəllimlər, hamınız mənim üçün dəyərlisiniz, həqiqətən hər biriniz. İstəyirəm ki, hər biriniz yüksək nəticələrlə keçək o sertifikasiyadan. Yəni, bir-birimizə dəstək olaq. Mən sizdən öyrənim, siz məndən. Belə də, yəni, davam edək. 3 ay vaxtımız qalıb, 3 ayda yox, 3 aydan az qalıb. Yəni, bu 3 ayımızda gözəl şəkildə, indiyənə qədər öyrəndiyimiz kimi məsuliyyətlə, müəllimlər, yəni, əsas məsuliyyətdir, inanın ki, o məsuliyyətlə mən o qədər xoşum gəlir. O müzakirə qrupuna baxanda ki, orada mesajlar görürəm, belə ki, nə qədər mesaj gəlib. Həqiqətən, orada Sara müəlliməyə, Rakib müəllimə xüsusi təşəkkür edirəm ki, bir dənə sualı cavabsız qoymurlar.
Özdə çox gözəl izah verirlər də. Yəni artıq mən ehtiyac duymuram ki, axı burada bu səhv ola bilər, bunun yəni o qədər gözəldir ki, arada bir baxıram da deyirəm görüm izahlar necədir. Baxıram ki, o qədər dəqiq, geniş izah verirlər. Həqiqətən mən öz adımdan çox minnətdaram. Yəni orada əgər siz izah verməsəz, mən məcbur olmalıyam ki, yəni mən onlara izah verəm də hamısına ki, müəllimin sualı qalmasın. Artıq siz elə bir mənim işimi rahatlaşdırırsınız. Baxıram ki, hə, izahların hamısının cavabı var. O qədər sevinirəm. Həqiqətən sizə dərin təşəkkür edirəm. Mənə çox böyük kömək eləmiş olursunuz. Çox sağ olun. Hər birinizə minnətdaram. Yəni öyrənmək istəyən hər bir kəsin qarşısında baş əyirəm. Yaşından asılı olmayaraq öyrənmək istəyən, öyrənmək həvəsi olan hər bir müəllim mənim üçün dəyərlidir. Bu qədər. Sağ olun müəllimə, siz də bizim üçün dəyərlisiniz. Çox sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın.